Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Mövzumuz cədvəl, diaqram, qrafiklərdir. Elə adamlar var ki, aramızda çoxdur özdə. Bu mövzunu görəndə qorxurlar, elə bir ki, nəsə çətin bir mövzudur. Bu psixoloji bir amildir. Şəkilli sual görən kimi deyir ki, yox, bu nəsə qəliz bir şeydir. Qətiyyən qəliz bir şeydir. Çox asan mövzudur. İndiyə kimi hər mövzu deyirəm, çox asan mövzudur. Amma bu doğrudan da, o bizə yalan demirdim. Amma bu, yəni onlara nisbətən doğrudan da çox asan mövzudur. Həddən artıq asan mövzudur. Bu psixoloji bariyeri aşaq, qorxmayaq. Yəni o qədər asan mövzudur ki, mən bu mövzu izahını verməyəcəm. Çünki bu mövzu izahını verməyə ehtiyac yoxdur. Mən bu mövzu üçün nə mövzu izahı verim bilmədim. Təbii ki, başa düşəcəksiniz. Qulaq asın, tələsməyin. Biz burada bu mövzu olan sualları işləyəndə mən hələ bir neçə sual üzərində izahı versəm, düzdür ki, mən bunu bilirim də, bunun mövzu izahına ehtiyac yoxdur. Yəni o qədər asandır. Biz burada əsas məqsədimiz nə olacaq? O psixoloji bariyeri, sərhədi aşaq və suala doğrudan da, şəkilə doğrudan da baxaq ki, bu nə deyir? Baxandan sonra ki, burada heç nə yoxdur ki, yəni bu üçün əlavə bu belə olur, o elə olur, belə bir şey ehtiyac yoxdur. Sən o şəkilə baxanda hər şeyi sənə verir və sən oradan normal məsələlərdə yazılı vermirdi məlumatları. Bu məsələdə şəkil üzərindən verir və çox da asan olur. Suallar da çox asan olur və çox rahat şəkildə bu mövzunu öyrənəcəyik. Yəni testlər üzərindən izahını verəcəyəm. Yaxşı? Bir də bu mövzunun suallarının içində bir neçə göz var. Burada elə birinci sual, bir neçə sual. Həndəsə sualda salıblar. Olsun həndəsəndə bilik problem yoxdur. O sualları da həll eləyərik. Amma əslində məsəl üçün bu suallar cədvəl, diaqram, qrafika aid deyil. Amma salıblar, biz onu da həll eləyək ki, aradan çıxsın. Orada o sual qalmasın. Vaxt itirmədən keçirəm mən sualları. Qələmi seçmişəm. Birinci sual. Bu cədvəl, diaqram, qrafiklər mövzusuna qətiyyən əlaqəsi yoxdur.
Sadəcə həndəsəyə aiddir. Deyir ki, A və B kəsişən düz xətlərdir, şəkildə görürsünüz. Buna görə alfa buzağını tapın. Biz bunu keçmişik həndəsənin əsas anlayışları, ilkin anlayışları mövzu izahında vermişik. Mövzu izahında hətta sonlarında nə öyrənmişdik? İki düz xət kəsişir. Bu nə yanıdır? Qarşılıqlı buzaqlar, bir də qonşu buzaqlar ki, öyrənməmişsə mütləq gedib izləyin. Həndəsənin ilkin anlayışları dərsini mütləq izləyin. Boşluğu hiss edən kimi geri qayıdıb həmin boşluğu doldurun həmişə ümumiyyətlə. Yaxşı öyrənmək istəyirsinizsə. Hə, onu öyrənmisinizsə, bax iki dənə düz xət kəsişib, düzdürmü? Bu 40 dərəcədir, bu 140 dərəcədir. Bu da 40 dərəcədir. Baxın, necə istəyirsiniz baxa bilərsiniz. Belə də baxa bilərsiniz. Məsələn, bu düz xətdir. Burada iki dənə buzaq var. Görürsünüz, iki dənə buzaq var. Bax, biri budur, bu bucaq. Biri də bu bucaqdır. Bax, belə qırmızının biri bu bucaqdır. Bax, bu 40 yazılan. Biri də həmin bu alfa axtardıqları. Və bu iki dənə bucağa baxanda bunların divarları eynidir. Bunlar divar qonşusular. Yəni ki, bu divar bu bucağın da divarıdır. Bu divar həmçinin bu bucağın da divarıdır. Divar qonşusular. Mövzusunda elə demişdim. Yəni bunlar divar qonşusular. Bunlar qonşu bucaqlardır. Qonşu bucaqların cəmi neçə dərəcə olurdu? 180 dərəcə. Yəni bu 40-dırsa, bu 140 olmalıdır. Çünki 40 ilə 140-ın cəmi 180 verir. Bizə də alfanı soruşdu. Alfa olur 140. Hardadır burada? D bəndidir. Aşağı çəkəndə görəcəksiniz. Cavab olacaq D bəndi. Başqa nə cür baxa bilərdik? Silirəm bunu. Qarşılıqlı bucaq kimi də baxa bilərdik. Bax, bu bucaqla, bax bu bucaqla. Bu bucaq, həmin o alfa yazılan bucaq. Nədir? Qarşılıqlı bucaqlar. İki düz xətt kəsişəndə demişdik də, bu bunun qonşusudur. Divarlar eynidir. Bu da, bax bu 40 yazılan da bunun qonşusudur. Çünki divarları eynidir. Onda iki dənə qonşusu var, iki dənə divarı var, iki qonşusu var da. Onda bu bucaq onun nə olacaq? Qarşılıqlı bucaq olacaq. Belə deyib baxanda görürük ki, qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar da bir-birinə bərabər olur. Yəni bura 140 dərəcədirsə, burada 140 dərəcə olmalıdır. Bu həndəsə sualı idi. Yəni bu hələ ki bizim bu mövzumuza aidiyyatı yoxdur. Deməli, birinci sualın cavabı oldu D bəndi. Keçirəm ikinci suala. Mövzumuza aid sual çıxanda mən sizə deyəcəm. Bir neçə dənədir o həndəsə sualı, qorxmayın. İkinci sualda nə deyir? Deyir ki, yenə də A və B düz xətləri kəsişib. Buna görə x plus y cəmini tapın. Belə baxın da, bax. Bax, belə. Bu bucaqla bu bucaq nədir? Qonşu bucaq. Yəni bu x bucağı ilə bu y bucağı qonşu bucaqlar. Çünki 180 dərəcə, yəni bir düz xət üzərində yerləşiblər və divar qonşusular. Bu divar bunun da divarıdır, bunun da divarıdır. Yəni bu ikisi nədir? Qonşu bucaqdır. Qonşu bucaqların cəmi 180 dərəcə olur da. Burada x neçədir, y neçədir? Tapmağa heç ehtiyac yoxdur. Tapsıq onlardır ya. Tapmağa ehtiyac yoxdur. Amma hələ birbaşa belə baxıb deyərsiniz x plus y 180-də bərabər olacaq. Çünki mənə x plus y soruşublar. C bəndini seçə bilərsiniz. Bu bir həll. Bu daha asan həldir, daha qısa həldir daha doğrusu. İkinci həll bu x, y bir-bir tapa da bilərsiniz. Amma ehtiyac yoxdur, tapa da bilərsiniz. Baxarsınız ki, bu bucaqla, bax bu bucaqla, yəni 130 dərəcəli bucaqla bu x bucağı nədir? Qonşudurlar, qonşudurlar. Yəni bura 130 isə bura 50 dərəcədir. Bu y bucağı, bu 50 dərəcəli bucaqla da y bucağı, yəni bu bucaq qonşudurlar. Bax divarları eynidir. Bu divarın bu tərəfində 50 dərəcə, bu tərəfində y-dir. Bununla da bu qonşusu, deməli bunların cəmi 180 eləməlidir. 50 neçə gəldi 180, 130. Deməli bu y-də 130 dərəcədir. Bizdən də x plus y soruşurdular. X-im 50-dir, y-im 130-dur. 50 30 180-də onsuz bizə verdi C bəndi. Amma bunlar heç bir tapmağa ehtiyac da yoxdur. İkinci sualla da işimiz bitdi. Bu da həndəsə sualıdır. Hələ ki bugünkü mövzumuza aidiyyatı yoxdur. Əvvəldə həndəsə suallarını niyə hesabla bilmirəm. Üçüncü sual. Bu da həndəsə sualdır. A və B kəsişən düz xətlərdir. Buna görə x, y fərqini tapın. Baxın, buradan bu ilə bunun qarşılıqlı bucaq olduğunu görməlisiniz. Bu 160 dərəcə isə bizim x-imiz də 160 dərəcədir. Onda y-də bu x-in qonşusudur. Çünki bax bu divar var. Ha. Bu bucağın da divarıdır. Bu y bucağının da divarıdır. Divar qonşusudur. Onda bunların cəmi 180 olmalıdır. Bu 160 isə y-im 20 dərəcədir. Çünki 160-ın üstünə 20 gələndə 180 edir. Və məndən x, y fərqini soruşur. X-im 160-dır, y-im 20-dir. Yəni 160-dan 20-ni çıxıram. Bunların fərqi olmasa 140 hardadır? C bəndində 3-cü testimizin cavabı da oldu C bəndi. Silirəm bunu da, keçirik 4-cü sualımıza. Yəni, şəkilə əsasən 2x bucağını tapın. Hələ ki, həndəsə suallardır. Mövzumuzu keçəndə mən sizə deyəcəm. Şəkilə əsasən 2x bucağını tapın. Şəkilə baxıram. Bu bir düz xətt üzərindədir, düzdürmü? Bir düz xətt üzərindədir və onda buradakı 3 dənə ki bucaq yoxdur. Bu bucaq, sonra bu bucaq 2x yazılır, bir də 3x. Bu bucaqların üçü bir yerdə 180 dərəcə olmalıdır. Çünki bu açıq bucaqdır. Bax, belə baxanda açıq bucaq düz xətt kimi olur da. Bu bütövlükdə açıq bucaqdır. Bu da açıq bucağın daxilində olan bucaqlardır, hissələrə ayrılıb. Yəni, bu üçünün cəmi 160, üstə gəl 2x, üstə gəl 3x. Hamısı bir yerdə 180 dərəcəyə bərabər olmalıdır. Buradan da alındı 2x ilə 3x toplanında 5x. Bu 160 yazıldı da burada, hə. 160 da çıx, 160 kimi bura keçir. 180-dən 160 çıxanda olur 20.
X ilə bərabər 25-ə böləndə 4 dərəcə. X-imi tapdım 4 dərəcə. Məndən soruşub 2x bucağını, 2x bucağını tap. Onda 2 vur x, x-imi də 4-də axı tapmışam. 4 dərəcə neçə edir? 8 dərəcə. Hardadır? C bəndində. 4-cü sualın cavabı da oldu C bəndi. Silək bunu da keçək 5-ci suala. 5-ci sual bu üstədir. 5-ci sual. Bu da həndəsədir hələ ki. Deyir ki, A və B xətləri paralel düz xətlərdir. Görürsünüz. Buna görə bucaq alfa plus bucaq beta cəmini tapın. Yəni bu bucaqla bu bucağın cəmi neçədir? 11 tapın. Bu mövzu ayrıca bir mövzu kimi keçmək olar. Geniş bir mövzudur. Amma ibtidai sinif müəllimləri üçün ehtiyac yoxdur. 2 dənə şeyə bir söz kifayətdir. Baxın. 2 dənə paralel düz xət verilirsə süsə və onu kəsir. Bu onun kəsənidir. Görürsünüz. Bu ikisi paraleldir. A ilə B. Görürsünüz, paraleldirlər. Paralel düz xətləri də öyrənmişik. Həndəsənin ilk anlayışında. Və 2 paralel düz xətdə hər hansı bir düz xət kəsirsə, bu kəsir. Kəsəndə 2 dənə şeyə bir söz kifayətdir. Birincisi, bu kəsən var ha, kesir ha, paralelləri kəsən. Bu kəsənin eyni tərəfində bax, sağında beta var, sağında alfa var. Eyni tərəfində olan bucaqlar deyilir bunlara daxili, daxildədirlər axı, bax, daxildədirlər. İki paralelin içindədirlər də, daxildədirlər bunlar. Daxili bir tərəfli bucaqlar. Yəni bu kəsənin bir tərəfində olan bucaqlar. Təkcə bunlar daxil bir tərəfli bucaqlar, yox, bunlar da. Yəni bu ikisi də, bax, kəsənin ikisi də solundadırsa, bu da soldadır, bu soldadır, bu ikisi bir yerdə daxili bir tərəfli sayılır. Yəni ki, ikisi də bir tərəfdədir, solundadır. Kəsənin ikisi də sağındadırsa, görürsünüz, sağındadır bu alfa ilə beta. Bu da daxili bir tərəfli bucaqlardır. Deməli, daxili bir tərəfli bucaqların nə olduğunu bildir. Çətin bir şey var, bir dənə başqa şəkildə çəkim. 2 dənə paralel düz xətt çəkdim, bir dənə onun kəsəni çəkdim. Daxili bir tərəfli, bunu ilə bu. Bax, bu kəsənin sağında olan, bax, burasında bu xaricdir. O şey sizə lazım deyil olsa. Daxildən danışırlar sözlər, ayət düşən suallarda. Daxilində, yəni ki, bax, içəridə, bu xəttdən sağdadırsa, ikisi də daxili bir tərəfli bucaq sayılır. Soldakilər də bu ikisi daxili. Məsələn, bunlar adlandırılır, bura 1 olsun bucağın adı, bucağın adı 2, bunun adı 3, bunun adı 4. 3 ilə 4 daxili bir tərəfli bucaqdır. 1 ilə 2 daxili bir. Yəni 1 ilə 2 ikisi bir yerdə daxili bir tərəfli bucaqdır. Çünki ikisi də sağdadır. 3 ilə 4 ikisi də solda olduğu üçün o ikisi bir yerdə. 3 ilə 4 birləşəndə ikisi bir daxili bir tərəfli bucaqlardır. Hə, yaxşı, bu adı daxili bir tərəfli bucaqlar deyən nə olur ki, Rasim? Söhbət odur da, daxili bir tərəfli bucaqların cəmi həmişə 180 dərəcə olur. Vəssalam. Bax, bu ikisi də daxili bir tərəfli bucaq deyil, ikisi də sağda yerləşir də. Bunların cəmi, hər neçədir bilmirəm, amma 100% bu ikisinin cəmi alfa plus beta bərabər olmalıdır 180 dərəcə. Mənim də onu soruşub. Mən o qədər uzun izah verdim. Əslində bu qaydanın bir söz 2 saniyəlik sualdır. Deməli, cavab B bəndi. Daxili bir tərəfli bucağın nə olduğunu bildik. Yəni, məsələn, bura 20-dirsə, bura 160 olmalıdır. Bura 50-dirsə, bura 130 olmalıdır. Bura 80-dirsə, bura 100 olmalıdır. Yəni, daxili bir tərəfli bucaqların cəmi həmişə 180 dərəcə eləməlidir. Bəli, qonşu bucaqlar kimi. Bəs ikinci şey də vardır. İkinci şey nədir? Bəlkə ola bilər bir tərəfdə deyirlər. Bana kəsən var, 2 paralel düz xətt var, bir dənə onun kəsən var. Bir bucağı burada verib, bir bucağı burada. Daxildə olmalı, daxildədirlər, içəridədirlər. İçəridədir ikisi də. Amma bir tərəfdə deyirlər, biri sağındadır, biri sağında, biri solunda olanda, yəni biri aşağıda sağda, biri yuxarıda solda olanda, təbii ki, buradakı solundakini deməlidir. Normal solunda onun qonşu bucaqdır, onu hamınız bilirsiniz. Yəni bu soldakı olsa, düz xəttin üzərində də bura alfa, məsələn bura 20-dirsə, bura 160 olacaq. Qonşusu da axı, qonşu bucağı da normal, onu bilirsiniz. Bax belə olanda biri sağda, aşağıda, biri solda, yuxarıda və ya biri solda, aşağıda, tutaq ki bu. Biri sağda, yuxarıda. Biz hələ ki bu ikisindən danışırıq. Bax belə deyim, bax bunu ilə bundan danışırıq, bax bundan. Bu bucaqdan. Buna deyirlər daxili çarpaz bucaqlar. Bunlar daxili bir tərəfdə deyil axı, bir tərəfdə deyirlər. İkisi də bir tərəfdə olanda daxili bir tərəfli olur və cəmi 180 olur. Amma biri aşağıda sağda, biri yuxarıda solda və ya biri aşağıda solda, biri yuxarıda sağda olanda, indi biz bu ikisindən danışırıq, bu ikisi, bax bu bucaqla bu bucaq daxili çarpaz. Çarpazdılar da, başa düşdünüz, çarpaz yanında. Daxili çarpaz bucaqlar deyirlər, adını bildiyi nə olsun ki? Bunun da qaydası odur ki, daxili çarpaz bucaqlar həmişə bir-birinə bərabərdir. Daxili çarpaz bucaqlar həmişə bir-birinə bərabərdir. Daxili bir tərəfli bucaqların cəmi də 180 dərəcə edir. Və salam, bu iki dənə qaydadan bir söz. Burada çətin bir şey yoxdur. 5-ci testin cavabını B bəndi tapdıq. 6-cı testdə baxaq. 6-cı testdə o tipdə sualdır. Deyir ki, nə soruşur? Bucaq, alfa bucağını deyir tapın. Dedim axı, bax. 2 paralel düz xətt var. Onu kəsəndir. Kəsəndən ikisi də sağdadır. Bu da sağdadır. Bu alfa da sağdadır. Bu ikisinin cəmi nə olmalıdır? 180 olmalıdır. Yəni 110 üstə gəl alfa bərabər olmalıdır 180. Onda burada alfa nəyə bərabərdir? 70 dərəcəyə. 70 var. B bəndi. Vəssalam. Çünki daxili bir tərəfli bucaqların, yəni bir tərəfdə olan bucaqların daxildə və bir tərəfdə, kəsəndən bir tərəfdə olan ikisi də sağındadır.
olan bucaqların cəmi 180 dərəcə olmalıdır. 6-cı test oldu B. Silirəm bunu, keçirik 7-yə. Hə, bax nəhayət ki gəldik mövzumuza. Bax bu diaqramdır. Bu necə elm ki biraz çox düşsün ya. Biraz da qalxdım. Şəkildə əslən x bucağını tapın. Bunu gördünüz də. X axtaracağıq. Əsas bu şəkili görək. Hə. Bu diaqramdır. Mövzumuz nə idi? Cədvəl, diaqram, qrafiklər. Düzdür? Diaqram budur. Burada çətin heç nə yoxdur. Birincisi, bax burada görəm dərəcə verib, sonra hissə verib, x-i soruşur məndən. Yəni x neçə dərəcədə? Deyirsən ki, çətin sual, çətin zat deyil. Birinci bir dənə bunu bilməlisən. Diaqram, yəni ki, dairəvi diaqram verəndə, sən olsa dairəni öyrənmirsən, bilmirsən, indi öyrənə bilərsən. Dairənin daxili bucaqlarının cəmi 360 dərəcədir. Əzbər yadından çıxırsa, məntiqlə özün fikirləşdir. Bax, bir dənə dairə çəkim. Bax, bir dənə belə xətt çəkim, düzdür? Dairənin bucağı buradan bura neçədir? 180 dərəcədir. Bəs buradan bura neçədir? Bu da 180-dir da, aşağısı var. Belə baxanda açıq bucaqdır 180. Belə baxanda üzə aşağı bucaq kimi bu da 180. İkisi bir neçə oldu? 360. Dairə əmələ gətirdimi? Gətirdi. Deməli dairənin daxili bucaqlarının cəmi 360 dərəcədə həm məntiqlə bildiyiz, həm də ömürlük yadda saxladınız. Deyirsən ki, hə Allah yaxşı bildimi? Amma bu 40-dır, bu 80-dır. Bunun neçə olduğunu mən tapa bilmirəm də. Bunları bilsəydim neçə dərəcədir? Məsələn, bu da 20-dir, bu 30-dur. Bunların hamısını toplayardım, üstünə x-i də gələrdim, bərabər edirdim 360. Yəni burada bütün bucaqlar, çünki burada bucaqlar var, bax bucaq. Bunların hamısı bir yerdə görürsünüz, dairə əmələ gətirir, yəni 360 dərəcəni əmələ gətirir. Bu bucaqları toplayıb 360 dərəcəyə bərabər eləyərdim. Deyirəm, nədən qorxursan? Sən kəsir məsələsi da öyrənmirsən, hissə tapmağı da bilsən də. Burada 20-də 3 hissə yazılır. O bizə nə deməkdir? Yəni ümumi dairənin 20-də 3 hissəsi. Ümumi dairə 360 dərəcədirsə, onun 20-də 3 hissəsini tapmaq sənin üçün işinə edir. Böyürsən 20-yə vurursan 3-ə. Neçə eləyir? 18 vururuz 54. Və salam, bu 20-də 3 hissəni sil, yaz 54 dərəcə. Yəni bura 54 dərəcədir. Dərəcə kimi baxacaqsan. Bu 5-də 2-ni tapmaq üçün də 360-ın, yəni ümumi dairənin 5-də 2 hissəsi deməkdir. Bunun 365-də 2 hissəsi tapmaq 365-ə bölüb 2-yə vururam. Neçə eləyir? 72, 72-ni də 2-yə vuranda 144 dərəcə. Yəni bu 5-də 2 hissə də 144 dərəcə deməkdir. Bayaq demirdik ki, bunların hamısını versəydik, toplayıb 360-a bərabər eləyib x tapardım oradan. Şu tap da, tənlik quracam, burada yazın. 40, bax bu 40, üstə gəl 54, üstə gəl 144, üstə gəl 80, yəni 80 bu. Üstə gəl bu x. Bərabər olmalıdır 360-a. Buradan bu tənliyi həll edək. 40 ilə 54, 94. Üstünə 144 gələndə 238. Üstünə 80 gələndə 318. Deməli, x nəyə bərabərdir? Burada 360 var. 318 çıx, 318 kimi keçiyoruz. 360-dan 318 çıxanda cavab olur 42. Və sonra x tapdım da 42 dərəcə. Bir daha variantlara baxaq. 42 dərəcə görək var. B bəndi. Sual nömrəsi neçə idi? 7-ci test. 7-ci testimiz də oldu B bəndi. Hə, diaqram mövzusundan qorxmağa ehtiyac var? Yoxdur. Sən başqa tip suallar da var. Olsun da hamısı asandır. Hamısı. Baxın. 8. Şəkli əslən y bucağını tapın deyir bu dəfə. Artıq sən məndən qabaq bunu bəlkə də həll edin. Bu dərəcələr var. Bir də bu da dərəcə olsaydı bu 4-ünü toplayardım, burada dərəcə yazardım. Bu toplayardım, 360-a bərabər eləyərdim. Çünki burada bax 150 dərəcə, bura 63 dərəcə. Bura y bucağıdır, buradakı neçə dərəcə bucağıdır. Bunların hamısı toplayanda görürsünüz, nə oldu? Dairə əmələ gətirdi, yəni tam bucaq. Tam bucaq da 360 dərəcə adlanır. Açıq bucaq 180 dərəcədir, tam bucaq 360 dərəcədir. Hə, deyirsən bunları bildin, bunu necə tapacağam? Dedik də, bu 18-də 4 hissə o deməkdir ki, bütöv dairənin 18-də 4 hissəsidir bura. Yəni 360 dərəcədirsə bütöv dairə, bunun 18-də 4 hissəsi. Böl 18-ə, vur 4-ə. Neçə eləyir? 20, 20 vur 4, 80. Yəni bura, bax bunu silməyəcək, dərəcə ilə yaz. Burası 80 dərəcə. Şimdi tənliyi qur. 150, üstə gəl 63, yəni bunlar. Üstə gəl 80, üstə gəl həmin axtardığımız y, bərabər olmalıdır 360-a. 150-nin 63, 213, bu da 80, 293. Soldan sağa atıram, y bərabərdir. Müsbət 293, soldan sağa atıram, çıx 293 kimi, burada 360 var. 360-dan da 293 çıxanda cavab 67 dərəcə eləyir. Və salam, bu qədər asan. Y-im 67 dərəcə oldu. Bu suallardan qorxmayın. A bəndi. 8-ci sualın cavabı da oldu A bəndi. Keçdik 9-cu suala. Deyir, şəkilə əsasən x plus y cəmini tapın. Bu x-in cəmini. Burada heç xüsusi nəsə eləməyə ehtiyac yoxdur. Hamısını toplu 360-a bərabər elə. Bunu bilirsiniz. Yəni, bu üçün mən nə mövzu izah edəyim ki? 110 üstə gəl. Yəni, bu bucaq üstə gəl. X bucağı. X üstə gəl. Bu 63. 63 üstə gəl. Bu y.
bərabər olmalıdır neçəyə? 360-a. Hamımız bunu bilirik. Çünki bax, bunun hamısı birləşdirəndə bax, bunu birləşdirəndə görürsən, çevrə alınır. Tam bucaq alınır, tam bucaq 360 dərəcə. Artıq bu kimi bilin. Dairə görə 360 dərəcə yadınıza düşsün. Hə, buradan x və y ayrı-ayrı tapa bilməyəcək heç cür. Amma bizdən olsa x plus y cəmini soruşur da. Bunu rahat şəkildə tapa bilərik. Bax, x plus y saxlayıram sol tərəfdə bunu, bax bunları. Amma bu 110 plus 60 173 edir. Bu 173-ü soldan sağa atıram, çıx 173 kimi. 360-dan da 173 çıxanda 260 13 247 eləməlidir, səhv eləmədimsə. Yox, 247 eləməz axı, bir dəqiqə. Bu neçə oldu? 173. 360-dan 160 çıxanda elə 200 eləyir, 13 çıxanda hə 187 eləyir. Və sonra buradan da x plus y 187 dərəcə olduğunu tapdıq. X ayrıca neçədir? Y ayrıca neçədir? Bunu heç cür tapa bilmərik. Amma bizdən olsa x plus y cəmi soruşur. Bilirik ki, bu x-in cəmi 187 eləməlidir ki, bu x-i 187 bax doğrunun üstündə 63 gələndə olur 250, üstünə 110 da gələndə olur 360. Yəni tam şərtimi ödür. 187 dərəcə cavabı görək variantda var. 187 C bəndi. 9-cu testin cavabı da oldu C. Keçdik ona. Gələ, yenə də gəlib. Şəkili əsasən A plus B bucağını tapın. A plus B-ni axtardı. İndən belə bunu qalxızıram şərti yuxarı. Əsas bunu görək. Burada yazım. Axtardığımız A plus B-dir. Hə. Bu da eyni formada. Bunların hamısını toplayıb 360-a bərabər edəcəm. Amma bunu dərəcə ilə verməyib. Baxın, bunu dərəcə imtahanlarda problem deyil. Öyrəndik də bunu. 18-də 1 hissə o deməkdir ki, ümumi dairənin 18-də 1 hissəsi. Yəni, ümumi dairə 360 dərəcə daxil. 360-ın 18-də 1 hissəsi. Yəni, 360-ı böl 18-ə vur 1-ə. Neçə eləyir? 20 dərəcə. Düzdürmü? Deməli, bura 20 dərəcə imiş. Dərəcə ilə əvəz elədim. Yəni, bura 360-ı böl 20-yə vur 1-ə. 360-ı böl 20-yə vur 1-ə. Neçə eləyir? 18 dərəcə. Yəni, burada 18 dərəcə imiş. Vəssalam. Deməli, burada bu bütün bucaqları toplayanda 360-ı verməlidir. Bax, yazıram da. 120 üstə gəl. B plus 20, B plus 20, plus 20 yazdım. 18 plus bu A. Bunlar hamısı bir yerdə 360-a bərabər olmalıdır. B plus A, yəni A plus B-ni saxlayıram solda. Bunları atacağım sağa. Birinci toplayayım. 120 ise 20, 140, üstüne 18 gələndə 158, müsbət 158 soldan sağa atanda çıx 158 olur. 360-dan da 168 çıxanda cavab 202 olur. Yəni A plus B 202 dərəcədir. Mənim də A plus B-ni soruşmuşdu. A və B-ni ayrı-ayrı tapmağa ehtiyac yoxdur. Heç tapa da bilməzsən. Sən sadəcə onun cəmini tapa bilərsən. Cəmi də 202 dərəcədir. Bundan variantlara baxaq. 202 cavabı var. 202 B bəndi. Bu neçənci sual idi? 10-cu sualın cavabı da oldu D bəndi. Keçək. Çox görmədim. 11-ci suala. Diaqram budur. O bir suallar görəndə ümumiyyətlə bu asan sualdır. 11-ə keçdik, hə? Görək 11-ci sualı nə deyir? Deyir ki, şəkildə zamana da baxdım. Yaxşıdır, zaman da yaxşı gedir. Şəkildə şirkətlərin satış miqdarı bucaqla verilib. Görsüz şəkili. Şəkil görəndə qorxmayın. Bu hamısını qəşəng verib bizə. Deyir, bütün şirkətlərin cəmi 1080 kiloqram. Bütün şirkətlərin cəmi 1080 kiloqram satış etdiyi məlumdur. Yəni, bunlar hamısı bir yerdə. Bu A şirkəti var, B, C, D, Y şirkətləri var. Bunlar hamısı bir yerdə 1080 kiloqram nə ediblər? Satış ediblər. Sualdır ki, C şirkəti neçə kiloqram satış edib? C şirkətdə bax, burada 20 dərəcə yazılan. Sən burada çaşıb qalsın ki, mən bunu necə həll edəcəm? Bu qəliz bir şeydir. Qəliz bir şey zətdə çox asandır. 2 saniyəlik həll edəcəm sizə bu suallar üçün. Deməli, bütün şirkətlər cəmi 1080 kiloqram satış edibsə, deməli, buradakılar hamısını toplayanda 1080 kiloqram edir. Bu o deməkdir də, satışlarını toplayanda. Deyirsən, hə. Deyirəm, onda mən buradakilərin hamısını toplayanda dərəcə olub neçə dərəcə edəcək? Deyirsən, 360 dərəcə. Yəni, dərəcə olaraq deyirsənsə, burada dairə olduğu üçün toplamağa ehtiyac yoxdur. Toplasan 360 dərəcə, amma toplamağa ehtiyac yoxdur. Çünki mən biləm ki, dairənin daxili bucaqlarının cəmi 360 dərəcə edir. Deməli, hamısı bir yerdə 360 dərəcədir, bucaq olaraq. Deyirəm, tam hamısı bir yerdə 360 dərəcədir. Ümumi satış isə 1080 kiloqramdır. Bu sualları tənasüblə 2 saniyə həll edirsiniz. Yazırsınız ki, 360 dərəcə 1080 kiloqramdırsa, məndən C-ni soruşmayır. C-də 20 dərəcə daxil. 20 dərəcə neçə kiloqramdır? Vəssalam. Bu qədər sadə. Bu tip məsələ, o biz tip məsələyə bir adi bucaq tapırdıq. Boş bucaq soruşdu, onu taxsan. Özünüz gördünüz. Çox sadə məsələdir. Necə 3 bucağın daxili bucaqlarının cəmi 180 demirdik. Bunun üçün də dairənin daxili bucaqlarının cəmi, daha doğrusu əslində mərkəzi bucaqlarının cəmi 360 dərəcədir. O cür rahat su kimi həll edirdik. Burada isə
Belə tip məsələ olanda sizə bütün şirkətlərin cəmi deyəndə deməli 360 dərəcədən danışır. Bütün deyirsə 360. Yəni bütün filan şey filan qədər deyəndə 360 dərəcə tre filan. Orada məsələn başqa məsələ deyək ki, bütün şirkətlərin satışlarının cəmi 2000 kiloqramdır. Bütün deyirsə deməli 360 dərəcə 2000 kiloqram uyğun gəlir. Hə sonra nəyi soruşsa məsələn 20 dərəcəyə neçə kilo düşəcək və s. Bu D-ni soruşsa deyəcəm 40 dərəcə nə qədər düşür. Nə bilim Y-ni soruşsa deyəcəm 140 dərəcə tre x. Bu qədər asan. Bu həlləmə tənasüb həlləməyə su kimi bilirsiniz də. Buradan 360 vurulsun x bərabərdir 20 də 1080 vuranda 2 vur 1080 2160 eləyir. 20-nin sıfırına yanı qoyanda olur 21600 x bərabərdir. 21600 360-a bölünməlik. Hərəsində bir dənə sıfır silim. 216 üçün 36, altında sıfır yanında 60 və salam. Deməli C şirkəti neçə kiloqram satış edib? X kiloqram demişdi. Yəni ki 60 almışam. X'də 60 kiloqram. Sualımın cavabı hazır. 11-ci testin cavabı oldu 60-ardadır. A bəndində. 11 ilə işimiz bitdi. Daha işarələməm orada. Keçdik 12-yə. 12-ci suala baxaq. Bunu məndən qabaq özünüz həll edə bilərsiniz bəlkə də. Şəkildə, qorxmayın da şəkil zad görəndə. Şəkildə şirkətlərin satış miqdarı tam bucaqla verilib. Dili ilə deyir. Şəkildə şirkətlərin satış miqdarı. Yəni ki, bütün şirkətlər hamısı bir yerdə, hamısı bir satış miqdarı tam bucaqdır. Yəni 360 dərəcədən lap yaxşıdır. Sonra deyir, bütün şirkətlər cəmi 1080 kiloqram satış etdiyi məlumdur. Demişdim də, bütün deyəndə, deməli, bütün şirkətlər hamısı verdi 360 dərəcə uyğundur. Bütün deyəndə benimki 360 dərəcə uyğun deyirlər. Yəni, dərəcə ilə 360 dərəcədir, amma satış olaraq 1080 kiloqramdır. Yazırsınız ki, 360 dərəcə 1080 kiloqramdırsa, indi sual nədir? 5 şirkəti 60 kiloqram satış edib. Onda 60 kiloqram neçə dərəcədir? Bax, tənasüb üstündə kiloqramın altına yazılır, dərəcə, yəni eyni kəmid alır. Tezləndir. Bütün şirkətlər deyir üçün yazıram 360 dərəcə 1080 kiloqrama uyğundur. Sonra mənə deyir ki, 5 şirkəti 60 kiloqram satış edib. Onda mənim əlimdə 60 kiloqram var. Bunu götürüb burada yazmalıyım. Hara yazdım? Dərəcənin altına yazmayacağım ki. Kiloqramın altına yazılır. 60 kiloqram da bunun altına yazdım. Sual da odur ki, 5 şirkətini neçə dərəcəli bucaq ifadə edir? Deməli, 1080 kiloqramı 360 dərəcə ifadə edirsə, yəni bütün hamısı bir yerdə satdığı 1080-dir, bütün bucaqlar da 360 dərəcədirsə, onda 60 kiloqram neçə dərəcədir? Məsələn, tənasüblə 2 saniyə həll olunur. Burada çarpaz vurulan 1080 vurulsun x bərabərdir. 360-dan 60-a varında 6 360 2160 edir. Bir dənə 0 yanında x bərabərdir. 2160 1080-də böləndə cavab 2 eləyir. Bir dənə 0 burada 20. Deməli, 5 neçə dərəcəli bucaq ifadə edir? 20 dərəcəli bucaq. 12-ci sualın cavabı da oldu 20. Yəni, variantlara da baxaq. A bəndi. 12-ci testdə oldu A bəndi. Keçdik 13-ə. Bunu biraz da qalxızın. Dərəcələr düşsün. Yəni, sual oxuyum. Şəkildə şirkətlərin satış miqdarı tam bucaqla verilib. Deməli, hamısı verilib 360 dərəcədir. Bunu bilirik onsuz da. Sonra deyir ki, bütün şirkətlər cəmi 720 kiloqram satış etdiyi məlumdur. C şirkəti 120 kiloqram satış edir. Buna görə C şirkəti neçə dərəcəli bucaq ifadə edir. Çox rahat. Bax, bütün şirkətlər cəmi 720 kiloqram satır. Rahat yazırsan. Yazırsan ki, 720 kiloqrama neçə dərəcəli bucaq uyğundur. Bütün şirkətlər deyir, bütün deyibsə, hamısı bir yerdə 360 dərəcə olur həmişə. Hamısını deyirsə 360 dərəcə. Burada nə var ki? Sonra deyir, C şirkəti 120 kiloqram satır. Kiloqramı da kiloqramın altında yazıram. 120 kiloqramı da yazıram. Təbii ki, qorxmadan bunun altında. Çünki kiloqram kiloqramın altındadır. Burada x qardır, x dərəcə. Mən də elə onu soruş ki, buna görə C şirkəti neçə dərəcəli bucaq ifadə edir? Özsam. Çarpaz vuruq, 720 vurulsun x bərabərdir. 120-ni də 360-a vurmuram, belə yazıram. 120 vur 360 cavabını axtarmıram 3 saat. Burada x tapmaq üçün 120 vur 360 cavabını 720-yə bölməliyəm də. Bunu bölməliyəm 720-yə. Hələ bu cür yazdım. İxtisar gedir, burada 2 qalır. 120-də 2-yə böləndə 60 olur. Vəssalam, 60 dərəcəli bucaq uyğun gəlməlidir C şirkətinə. Gedək variantlarda 60 cavabını axtaraq. Bu da oldu B bəndi. Daha qaralamadım. Sən sual edin, baxma arada sual etməsin. 13 oldu B, keçək 14-ə. Görək 14-cü sualda nə deyir? Hə, siz mənə deyin görüm, düz deyə bilməzsiniz, amma ən azından özünüzə sual verin də. Diaqram mövzusunda çətin bir şey var. Düzürsünüz ki, diaqram çətin deyil, bax cədvəl zad çıxdı. Cədvəl ümumiyyətlə bundan çox asandır. Cədvəllə qrafik ümumiyyətlə bunun yanındadır heç nədir. Yəni bu başqa mövzuların yanında heç nədir. Cədvəllə qrafikdən sual çıxacaq qabağımıza. Onlar da bunun yanında heç nədir. Yəni o qədər asandır. Narahat olmuyor. Deyir ki, şəkildə şirkətlərin satış miqdarı tam bucaqla verilib, yəni hamısı bir yerdə 360 dərəcədir. Bütün şirkətlər cəmi 360 kiloqram satış etdiyi məlumdur. Avtomatik tənasübünü quram. 360 kiloqram nə deyib onu yaz. Bütün şirkətlər deyir üçün buna uyğun gələcək 360 dərəcə.
D şirkəti 40 kiloqram satış edib. 40 kiloqramı da yazdım kiloqramın altına. D şirkəti neçə dərəcəli bucağı ifadə edir? Dərəcənin də altına x yazdım. X dərəcə bilmirəm. Və salam. Bunun da x bərabər olacaq 40 bölü 360 bölü 360. Mən daha sürətli gedirəm. Transkonsərliyə bir sözdə 360 getdi. Cavab elə 40 alındı. 14-cü testin cavabı da oldu 40. Keçək. Variantda A bəndindədir. 14 oldu. A bəndi. Keçdik 15-ci suala. Deyir ki, şəkildə şirkətlərin satış miqdarı tam buzaqla verilib. Yəni də bütün şirkətlər cəmi 1440 kiloqram satış etdiyi məlumdursa, C şirkəti 40 dənə, C şirkəti 40 dərəcə ifadə etsə, buna görə C şirkəti neçə kiloqram? Sualdan qorxmayın, bu suallar heç nə deyil. Yəni də baxıram. Bütün şirkətlər üçün yazıram 360 dərəcəyə 1440 uyğundur. Kiloqram yəni. Lap onlar da yaz ki, saçmayasan. Yəni bütün şirkətlər cəmi 1440 kiloqram yazıblar. Amma dərəcə olaraq 1440-a 360 uyğun gəldi. Çünki bütün şirkətlər, yəni bütün şirkətlər burada dərəcələrini toplayanda bizə 360-ı verməlidir. Hə, bir 360 dərəcə 1440 kiloqram uyğundur. 40 dərəcəyə neçə kiloqram uyğun olacaq? 40 dərəcəyə də x kiloqram. Sual budur da. Deyəcək ki, 40 dərəcə ifadə edirsə 40 verib də bizə. Buna görə deyəcək ki, neçə kiloqram məhsul satıb? X kiloqram. Dərəcə 6 dərəcə, kiloqram 6 kiloqram. Burada yenə də x tapmaq üçün çarpaz ədədləri bir-birinə vuram və x-in çarpazını ki, bölürəm. Mən daha qısa yolla gəlirəm də. Yəni 40-ı vururam 1440-a, bölürəm 360-a. Yəni x-in çarpazında durana. 360 ilə 1440 qısar gedir. Burada 136 ilə 4 qalır. 40-ı da 4-ə vuranda buradan x-i 160 tapırıq. Sualımızın cavabı hazır. Yəni 160. Variantlarda görə 160 hardadır? 15-ci test oldu. Bax, C bəndi. Daha qaralamıram. 15-də tapdıq C. Hə, deyirsiniz ki, doğrudan da bu diaqram, xüsusən də dairəvi diaqram heç neymiş Rasim? Biz sənə razı. Keçdik 16-ya. Bu adi həndəsə məsələsidir. Mövzumuzda adiyyatı yoxdur cavablar bura. Amma bu da asandır. Deyir, şəkildə böyük kvadratın rənglənmiş hissələrin sahələri cəmi 12 kvadrat santimetrdir. Yəni bu. Üçü bir yerdə deyir 12-dir. Üçü bir yerdə 12-dirsə bunun bir dənəsinin sahəsi neçədir? 4 də. Yəni bunun bir dənəsinin sahəsi 4-dür. Bunun da bir dənəsinin sahəsi 4-dür. Bunun da bir dənəsinin sahəsi 4-dür. Birincisi əslində şərtdə yazmalıdırlar ki, buradakı hamısı bərabər kvadratlardır. Bax, bunun içində hamısı bərabər kvadratlardır. Bu deməlidir. Deməyib, amma deməlidir. Bunun içində hamısı bərabər kvadratlardır. Onda bunların hamısı 4-dür də sahələri. Peki deyib, bir dənə baxım, şəkildə böyük kvadrat rənglənmiş sahələr cəmi 12 kvadrat. Bax, məsələn, şərti səhvdir əslində. Əslində deməlidirlər ki, şəkildə böyük kvadrat rənglənmiş sahələr cəmi 12 kvadrat santimetrdir. Sonra deməlidirlər ki, onun içərisində iki kvadratlar bir-birinə bərabər kvadratlardır. Yəni bunlar bir bərabər olduğunu verməlidir. Şəkildən gör amma bərabərdir. Amma bəlkə heç bərabər deyil, şəkildə mən hələ görsəm. Onu demək lazımdır şərtdə. Neysə, indi yekə kvadratın sahəsini mən burada tapa bilərəm. Bəli, çünki bunun birisi 4-dürsə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ilə bərabər kvadrat varsa, hər birinin sahəsi 4-dürsə, 9-u 4-ə vuranda olur 36. Yəni 9 ilə 4 bir yerdə 36 əmələ gətirir. Yəni yekə kvadratın sahəsi 36 imiş. Yekə kvadratın sahəsi 36 onda bunun bir tərəfi 6-dır da. Çünki kvadratın sahəsi tapmaq üçün tərəfinin kvadratı tapılır. Deməli bunun tərəfi 6-dır ki, kvadratı 36-nı verib. Yəni bunun bütün tərəfləri 6 imiş yekə kvadratın. Məndən də bunun perimetrini soruşur. 4 dənə 6-nı toplayanda, yəni 4 dənə tərəfi cavab 24 eləyir. 16-cı testin cavabı da oldu D bəndi. Bu adi həndəsə məsələsi idi. Keçdik 17-yə. Bir dənə də həndəsə məsələsi aldılar. Qoy bunu həll edək. Görək 17-ci sualda bizə nə deyir? 17 deyir ki, şəkildə böyük kvadratın rənglənmə, bu dəfə rənglənməmiş hissələri. Rənglənməmiş hissələrin sahələri cəmi 45-dir. Rənglənməyən bunlar da 1, 2, 3, 4, 5. Yəni 5 dənəsi 45-dirsə, biri neçədir? 45-i 5-ə böləm 9. Yəni birisinin sahəsi 9-dur. Və şərtdə deməlidir ki, bunlar hamısı bir-birinə bərabər deməyib. Əslində deməlidir. Bunlar hamısı bir-birinə bərabərsə, bu sahəsi 9-dursa, bunun sahəsi 9-dur, bunun da sahəsi 9-dur, bunun da, bunun da, bunun da, bunun da, bunun da. Burada 9 dənə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə kvadrat var və hər bir sahəsi 9-dursa, hamısı bir yerdə sahəsi neçə olacaq? 9 vur 9, 81. Yəni yekə kvadratın sahəsi oldu 81. Lap burada yazın. 9 vur 9 bərabərdir 81. Onda bu kvadratın tərəfi neçədir? Yekə kvadratın tərəfi neçədir? Çünki tərəfin kvadratını tapırlar da sahəni tapmaq üçün. Bu sahəsi 81-dirsə, hələ bunun bir dənə tərəfi 9-dur. Bütöv tərəfi 9-dur ki, kvadratı 81-i verir. Bu 9-dur, onda burada 9-dur. Burada bütöv deyirəm, 9-dur, uzunluğu, bunun da uzunluğu 9-dur. Perimetri soruşub məndən 4 dənə 9-u toplayanda 4 dənə 9-u. Toplayanda cavab 36 eləyəcək. 17-ci testin cavabı da oldu C bəndi. Qurtardı bu həndəsə məsələsi. Araya 2 həndəsə məsələsi salmışlar. Görək indi bu nədir? Qrafik sualdır güya. Qrafik sualdır. Bu nə sualdır ki? Bundan qorxasınız. Burada sadəcə yaxşı görsənmir. Bir dəqiqə.
Qoy belə edeyim, balacalaşdırım. Suala baxın, aşağıdakı, yox, belə eləyim, görsənsin, sual hamısı görsənsin, balacalaşdırıram biraz. Hə, belə yaxşıdır. Deyir ki, aşağıdakilərə əsasən A nöqtəsinin koordinatlarını tapın. Bax, qrafik budur. Bir nöqtənin koordinatları tapanda, bax, mötərizənin içində 2 dənə ədəd yazılır. Nöqtə vergül qoyum. Bir dənə bura ədəd yazılır, bir dənə bura da olur onun koordinatları. Mən lower dildə başlandım. Üstədə lap dərinliyinə getmirəm. Siz ixtisas riyaziyyat müəllimi deyilsiniz ki. Bir nöqtənin, bax, burada A nöqtəsinin koordinatlarını necə tapmaq üçün 2 dənə ədəd yazılır mötərizənin içində. Bir dənə burada, bir dənə burada. Birinci yazılana biz x deyirik, ikinci yazılana y deyirik. Ne deməksən başa düşəcəksiniz. Yəni həmişə mötərizənin içində birinci x yazılır, ikinci y yazılır. Düz x, y yazılır. Yox. Bir nöqtənin koordinatını tapmaq üçün o nöqtədən, görürsünüz, burada x oxu var. Bax, görürsünüz, x oxu özləri göstərmişəm bizə. Burada y oxu var. Görürsünüz, yazılıb y oxu. Yazmasa belə bilin ki, üfüqi gedən xətt x oxudur. Şaquli, üzü yuxarı gedən xətt nədir? Y oxudur. Bax, bu x oxudur, bu y oxudur. Bu x oxudur, üzü yuxarı y oxudur. Yaxşı? Hə. Burada yazırlar onsuz üzrdə, amma yazmasalar belə bilin ki, belə gələndə x, belə gələndə y oxudur. Hə, sözümün canı neydi? Bunun koordinatı, bu analitik koordinatı tapmaq üçün siz burada belə düz perpendikular gelirsiniz x oxuna. Bax, x oxu görürsünüz, bunlar yerlə qırıq-qırıq xətdən x oxuna. Gəlib x oxunda hansı nöqtəyə düşür? Bu 4-ə. Deməli, bunun x-i 4-dür. Yəni, birinci bunu yazırsınız. Y-ni tapmaq üçün də bunun, buradan, bax, bu y oxu bu deyil, buna perpendikular gəlir belə. Perpendikular gəlir, yox, bu da görür ki, 3-ə düşür. Deyir, bunun y-i 3-dür, bu qədər sadə. Mən niyə bunu dedim tezdən deyirəm? Bax, yenə də artı söz bildiniz ki, bir nöqtənin koordinatını tapmaq üçün buradan perpendikular indirəm, buradan perpendikular ötürəm. Hansı ədədlər üzrə düşsə, bu ikisi onun koordinatıdır. Sadəcə bunu səhv salmayın ki, birdən bayaqda 4-3 gördünüz, 3-4 gördünüz, beyniniz qarışmasın. Bir dənə də belə cavab var, 4-3, bir dənə 3-4. Siz bilməlisiniz ki, birinci x-ə perpendikular indirəm, x-in qiyməti tapıram, x oxundakı qiyməti tapıram, o mötərizədə birinci yazılır. X oxunun qiyməti mötərizədə birinci yazılır. Y ikinci. Normal biz yəni x, y deyirik. X-i birinci deyirik, y ikinci. Ona uyğun məntiqlə yadda saxlaya bilərsiniz. Nəysə, bunu səhv olsun deyə yazmışdım. Deməli, A nöqtəsinin koordinatı oldu 4 ilə 3. Məndən A-nı soruşur da. Hə, 4 ilə 3. Yəni, x-i 4-dür, y-i 3-dür. 4, 3 cavabı haradadır? Bax, B bəndi. Görürsünüz, bax, buna səhv salmayın. X-i birinci yazmalıyıq. X-i 4-dür, y oxundakı qiyməti 3-dür. Y ikinci yazılır. Ona görə də 18-ci testin cavabı da oldu B bəndi. Silirəm bunu, keçək 19-a. Şəkilə əsasən C nöqtəsinin koordinatları tapılır. Mən o çox danışıram. Bu sualda 2 saniyə şeydir. C nöqtəsi gəlir, tapdım. Birinci x-ini demişdim, yazdıram. Sonra x oxu budur, Asif. X oxuna perpendikular endirirəm. Gəlir, görə 1-ə düşüb şey, özləri göstərməsin. Deməli, bunun x-i 1-dir, birinci x-i yazmalıyam. Sonra y-i. Y-i də 5-də göstərir mənə. Allah, düz tapdım. 1-5 artı C bəndində hələ. 19-cu testin cavabı oldu C. Keçdik 20-yə. 20. Yenə də soruşur. Gələ, bu bizim qrafik suallarımız. Şəkil əsas ABC nöqtəsinin koordinatlarının hansı variantı düzgün göstərilir? Birinci A-nı tapaq. A-nın koordinatlarını tapıram. Bax, A nöqtəsi budur da. Birinci x-i yazmalıyam. X oxuna gələndə görürsən, özü mənə göstərib 2-dir. Deməli, bunun x-i 2-dir. Y oxuna perpendikularını da göstərir. Mənə gelib Y oxunda 1-i göstərir. Y 1-dir. Keçdim B nöqtəsinə. Bunu da x-i tapmaq üçün birinci x oxu burada da x oxuna perpendikularına baxıram. Görürəm, özü göstərir. 1-ə düşüb. Deməli, bunun x-inə yazacağım 1. Bu B nöqtəsinin y üçündə gəlirəm y oxuna göstərir 6. Durum, bunun da koordinatları 1-dən 6. C qaldı. C nöqtəsində də birinci x tapmalıyam. X oxuna tərəf gedirəm. Görürəm, x oxu tərəfdə 5 yazılıb. Bunun x-inə yazıram 5, yəni birincisinə. Y-inə də yazıram 4. Görürsən, 4-ə gəlib. İndi variantlara baxacağım. A, B, C sıra ilə. 2, 1, 1, 6, 5, 4. 2, 1, 1, 6, 5, 4 de B bəndi. 2, 1, 1, 6, 5, 4. Deməli, 20-ci testimizin cavabı da oldu B bəndi. Silək bunu da keçək 21-ə. Aşağıdakı diaqramda, buna bax, uşaq oyuncağı sizin üçün. Şirkətin ilk 6 ay ərzində satdığı meyvənin kütləsi verilib. Buna əsasən ən az meyvə hansı ayda satılıb? Şəkilli sual görəndə qeyri-adi şey axtarmayın. Çox asan sualdır bu. Bu həddən artıq asan sualdır. Bir dənə qulaq asın nə deyir? Deyir ki, aşağıdakı diaqramda şirkətin ilk 6 ay ərzində satdığı meyvənin kütləsi verilib. Burada özü yazıb, baxın bura, yazıb aylar. Yanvar, fevral, mart, aprel, may, iyun. Cümlədə onu deyir də 6 ayı verib. 1, 2, 3, 4, 5, 6 ay yazıb burada və deyir ki, aşağıdakı diaqramda şirkətin ilk 6 ay ərzində satdığı meyvənin kütləsi verilib. Yəni, buradan sən baxsan ki, yanvar nə görürsən, nə qədər satıb?
Bu sütun harda qutarır? Burada deməli 16 kilo. Fevral ayında nə qədər satıb? Bax bu qədər. Mart ayında bu qədər. Nə bilim, aprel ayında bu qədər. May ayında bu qədər. İyun ayında bu qədər. Yəni gəlsin sənə göstərirsə, deməli o qədər satıb. Bu qədər asandır sual. Yəni sən sadəcə məlumatları belə stolba şəklində verib də, belə deyək, dirəklər şəklində, sütun şəklində verib. Heç burada oturub heç bunları hesablamaya ehtiyac yoxdur. Çünki bizə sual verir ki, bunlar ən az meyvə hansı ayda satılıb? Yəni heç bunları neçə kiloya uyğun gəlinə baxmağa ehtiyac yoxdur. Bunlar aslında ən balaca hansıdır? Bu böyükdür, bu böyükdür, bu böyükdür, bu böyük. Ən balacası bu deyil, bax bu. Evet, sən neçəyə düşdüyə sənə lazımdır. Aprel ayı. Çünki səndən neçəyə düşdüyünü soruşmur. Deyir ki, bunlar aslında ən az meyvə hansı ayda satılıb? Aprel ayında. Vəssalam, aprel cavabını 21-də seçdik. 21 anı. Daha doğrusu variantlarla aprel, D bəndi. 21-ci testdə olur D bəndi. Keçək 22-yə. Yəni də var, aşağıdakı diaqramda 22-də. İlk 6 ay ərzində satdığı meyvənin kütləsi verilib. Göz, görsənmir axı, deyəcəkdim göz. Biraz belə eləyim ki, görəsiniz də. Obrisindən böyük oldu bu, hə? Neysə, bu oxuyum sualı çox qalxızım. İlk 6 ay ərzində satdığı meyvənin kütləsi verilib. Bunun əsas ən çox meyvə hansı ayda satılıb? Burada ən böyük hansıdır, ən uzun hansıdır? Düzsüz burada hamısı gördü, balaca uşaq da gördü. Bu hansı aya uyğundur? May ayına, vəssalam. Ən çox demişdi. Ən çox may ayında satılıb. Belə gəlsəm 28-ə deyəsən uyğun gəlir. Lazım deyil heç bizə. Yəni o 28 lazımdır. Ən çox may ayıdır. Cavab olur Y bəndi. Keçirəm 23-ə. Göz şifahi suallardır bunlar. Aşağıdakı diaqramda şirkətin ilk 5 ay ərzində satdığı meyvənin kütləsi verilir. İndi baxacağıq. Bunun əslində ən çox meyvə satılan ayla ən az meyvə satılan ay arasında neçə ton fərq var? Ən çoxunu ən azı tapacağam, sonra fərqini tapacağam. Ən çox satılan hansıdır? Hamınız baxırsınız. Düz ən uzun budur. Deyirəm vəssalam, ən çox bu apreldir. Ən az hansıdır? Baxıram bunlar. Ən balaca budur. Ən az da oldu fevral. Bax bu. Bunların fərqini soruşur məndən. İndi sən aprelin nə qədər satılıb tapmaq üçün buradan belə getməlisən. Çox güman ki, mən xətti biraz əyildim. Normalda imtahanda falan da belə məsələ düşsə, şəkli daha qəşəngdir. Bunlar şəkillər pis şəkillər, siz ona fikir verməyin. Çox güman ki, bunlar istəyir ki, bu 24-ə uyğun gəlsin. Düz gəldi 24-ün altına düşür əslində. Düppə düz yəni var, 24-ün altına düşür. Amma indi bu 24-ü göstərmək istəyir də. Deməli, aprel ayında 24 kilo satılıb. Fevral ayı da ən azı idi. Fevralda da bax 12-yə istəyiblər gəlsin. 12-dən yuxarı çıxır əslində, amma bunlar 12-ni istəyiblər göstərsinlər, çox güman ki. Şəklə siz fikir verməyin. Sual o qədər asandır ki, yəni siz bu şeylərə fikir verməyin. Bu sual hazırlayanların diqqətsizliyidir, şəkli yaxşı düzəltməməli. Amma sual əslində belə asan olur. Bunu gələndə düz 12-yə gəlməlidir əslində. Burada 12 yazılmalıdır, xətt burun olmalıdır, belə olmalıdır. İndi onlar yaxşı düzəltmirlər. Deməli, bu 24-dür, bu 12-dir. Fərqlərini soruşur. Bizdə 24-ün 12-ci çıxanda cavab elə 12 eləyir. Vəssalam, yəni A bəndi. Bu sualın nömrəsi neçə idi? 23-cü sualın cavabı da oldu A bəndi. Keçdik 24-ə. 24-cü sual oxuyuram. Aşağıdakı diaqramı görürük. Şirkətin ilk 5 ayda satdığı meyvənin kütləsi verilib. Verilsin. Buna əsasən ən çox meyvə satılan ay. Burada ən çox meyvə satılan ay hansıdır? Düz ən uzun budur. Hansı aydır? Aprel. Ən çoxu budur. Deyir ki, hanı itirdim. Buna əsasən ən çox meyvə satılan ayla ən az meyvə. Burada ən az meyvə hansı ayda satılır? Bilirsən ki, ən balaca budur. Deyirəm, ən az meyvə bu ayda satılır. Satılan ayın cəmi neçə tondur? Bunları toplamalıyam. Aprelə uyğun nə gəlir? 24. Fevral uyğun nə gəlir? Əslində gedir 12 ilə 14-ün arasında düşür. Buna 13 zat demək. Amma çox güman ki, yenə deyirəm, bunlar 12 demək istəyiblər. Şəkli pis çəkiblər, sonra fikir verməyin. Deməli, bura oldu 24, bura oldu 12. Bu dəfə bunların cəmini soruşur məndən. 24 kilo birisində satılıb, yəni apreldə 24 kilo satılıb, fevralda 12 kilo satılıb, şəkli pisdir. Bunların cəmini soruşub bizdən 24-12 toplayanda 36 eləyir. Yəni 24-cü testin cavabı da oldu C bəndi. Arxada cavabı elə veriblər. Şəkli pis çəkiblər. Yəni suallar çox asandır. Sadəcə şəklə görə çaşdıra bilərsiniz sizi, amma çaşmayın. Bu onların günahıdır, sizin günahınız deyil. 25. Yəni imtahanda belə sual düşə bilməz ki, sən baxan deyirsən, mən görmürəm bu hara düşür. İmtahanda elə sual düşməməlidir. Düşmür də ümumiyyətlə. Yəni o onların səhvi olur. Aşağıdakı cərimli şirkətin ilk 6 ərzində satılan məhsulları verilib, yəni də görürük. Buna görə satılan meyvələrin kütlələrinə görə moda hansı kütlədir? Amma modanın da su kimi bir şey. Birinci yanvardan başlayır. Yanvara uyğun nə gəlir? 15. Yanvar hündürlüyünə bax 15. Deməli yanvarda 15 kilodur burada. Aylar kilo, hə. 15 kilo mal satılıb. Fevralda bəs. Fevralın hündürlüyünə baxanda 10. Martın daha buralar qaralayım yox. Martın hündürlüyü 25. Düzdür? Aprel. Belə gələndə bu da 15.
May. Belə gələndə bu da 30. Bax belə gəldim də, bax belə gəldim də qaralamıram. İyun, iyun da burdadır. Bunu da belə uzadım, lap bunu uzadım. Bu heç nəyə mane olmur. Gəlib 35-ə çıxır, burada 35. İndi ədədlərə bax 15, 10, 25, 15, 30, 35. Mən soruşum ki, moda hansı kütlədir? Moda nə idi? Ədədi sıra veriləndə ən çox təkrarlanan. Burada təkrarlanan bir də bu 15-lərdir də. O bu hamısı bir-birindən fərqlidir. 10, 25, 30, 35-dir və bunun modası nədir? 15-dir. Və salam. Yəni bu da çətin bir sual yoxdur. 25-ci testin cavabı da oldu B bəndi. Silək bunu da keçək 26-ya. Cədvələ bax. Bu da cədvəl sualıdır. Cədvəl sualı da bu deməkdir. Hər gün ərzində sosial şəbəkədən istifadə etdiyi şəbəkə və vaxt cədvəldə göstərilmişdir. Yəni cədvəl verib nədən oxursan. Buna görə də ən çox hansı sosial şəbəkədən istifadə edilib? Bax da bura hamısı göstərib açıq. Ən çox hansıdır? Bu 45 dəqiqə, bu yarım saat, bu 1,5 saat, bu 2 saat. Ən çox 2 saat olan da nədir o da YouTube. Cavab oldu A bəndi. 26-cı testdə oldu A bəndi. Keçək 27-yə. Sinifdə hazırlığa gedənlərin sayı aşağıdakı diaqramda verilib. Buna görə də ən çox şagird hansı fəndən hazırlaşır? Ən çox şagird. Gəl yazıb da şagird sayı. Ən çox ədəd hansıdır? 11. Riyaziyyatdan ən çox hazırlaşırdı 11 nəfər. Dostum, riyaziyyat hardadır? C bəndində. 27-ci test oldu. C bəndi. Silək bunu da keçək 28-ə. Cədvəldə A, B, C, D, Y şirkətlərinin məsələni oxuyuram. Müvafiq günlərə uyğun satış miqdarı verilib. Buna görə bir günə ən çox hansı şirkət satış edib? A şirkəti 27 günə 540 kilo, B şirkəti 30 günə 270 kilo, C şirkəti 40 günə 360 kilo, D şirkəti 5 günə 450 kiloqram, Y şirkəti 17 günə 340 kiloqram. Deyək bir günə də, deyək ki, bir günə ən çox hansı şirkət satış edib? Bir gün tapmaq da sənin çox işin nədir? 540-ı 27-yə bölsün, çünki 27 günə 540-sə, yəni buradakini buna bölsün, bunun bir günə nə qədər satışını tapırsan, yəni 540-ı 27-yə bölündə 20. Deyirsən ki, A şirkəti bir günə 20 kilo satırmış. 270-i 30-a bölən B şirkəti bir günə 9 kilo satırmış ki, 30 günə 30-dan 9, 270 kilo satır. Bu da 40 günə 360 satırsa, 360-ı 40-a böləcəm, bu da olur 9. 450-ni 5-ə böləcəm, olacaq 90. Düzdürmü? 450-ni 5-ə. 340-ı da 17-yə böləndə 20. Və salam. Sual budur ki, buna görə bir günə ən çox hansı şirkət satış edir? Bir günə ən çox satış bu 90 edir. Çünki bu 29, 9, 20-də ən çox 90. 90 nəyə uyğun edir? D-yə. D haradadır? Hələ D bəndində. 28-ci testin cavabı da oldu D bəndi. Keçdik 29-a. Bir cədvəldə A, B, C, D, Y şirkətlərinin müvafiq günlərə uyğun satış miqdarı verilib. Yəni də buna görə bir günə orta hesabla ən az hansı şirkət satış edib? Bu dəfə ən az. Eyni məntiqlə 7 günə 8400 satıbsa bir günə qədər satıb. 8407-yə böləm cavab olur 1200. 6000-i 12-yə böləm cavab olur 500. 5640-a böləm cavab olur 140. 4 deyə belə. 3000-i 12-yə böləm cavab olur 150. Düz böldüm. Yox, 150 olmaq 250. 10, 2500. 2406 böləm olur 400. Həmən nə demişdik? Demişdik ki, ən az bu dəfə. Ən az hansıdır burada? 1200, 500, 140, 250, 400. Ən az 140 olmadı. 140 oldu da. Bəs 140 nəyə uyğundur? Bax, buradan gəl 140-dan C-yə. Deməli, C şirkəti. Ən az hansı şirkət satış edib? C şirkəti 29-cu testin cavabı da oldu. C bəndi. Silirəm bunu da keçirik 30-a. 30. Deyir ki, aşağıdakı yenə də cədvəl sualıdır. Aşağıdakı cədvəldə şirkətlərin müvafiq günlərə uyğun satış miqdarı verilib. Yəni də 8 günə 960 kilo satıb, B şirkəti 5 günə 600 kilo satıb və s. Buna görə bir günə ən çox, bu dəfə ən çoxu soruşur. 968-ə böləcəm 120, bir günə 120 kilo satıb. 605-ə böləcəm 120, bir günə 120 kilo satıb. 603-ə böləcəm 200, bir günə 200 kilo satıb. 120-ni 12-ə böləcəm 10, bir günə 10 kilo satıb. 906-ya böləcəm 150, bir günə 150 kilo satıb. Bizdə ən çox soruşmuşdu. Burada ən çox hansı oldu? Yox, 200 var. 150 deyəcəm, 200 var. 200 nəyə uyğundur? Bax, 200 hansına uyğun idi? Gəldim, gördüm C-yə. C hardadır? Hələ C bəndində. 30-cu testin cavabı da oldu C bəndi. Zamana da baxaq. Yaxşı gedirik. Keçdik 31-ə. Aşağıdakı diaqramda bir məhsulun alış və satış qiyməti göstərilir. Diaqramdır da. Bundan ötürü oxusun. Bunu artıq üçün bir üstə. Buranı sənə verib də 120 dərəcə. Onda bura, bax bu qalan isə neçə olmalıdır? Çünki hamısı verib 360 olmalıdır. Bura 120-dirsə, bura 360-dan 120 çıxırsan 240 dərəcədə. Vəssalam. Yəni satışa bax ikisi birlikdə 360 olmalıdır axı. Ümumilikdə 360 olmalıdır. Burada 2 dənə hissə vardı. Bir dənə bura, bir dənə də bura. Bax bir bu bucaq, bir də bu bucaq.
İkisi bir yerdə 360 olmalı. 360 120 çıxanda bura 240 qayıt. Toplam qırılımda 360 verəsən. Yəni satışa 240 dərəcə uyğundur, alışa 120 dərəcə. İndi sənə deyir ki, 900 manata satılan məhsul. Deməli satış qiyməti 900 manatdır. Çünki 900 manat satılan məhsul deyib də. Sən də dərəcəni yazsan. Satış əslində 240 dərəcə uyğundur axı. 240 dərəcə 900 manat imiş deməli. 900 manat. Başa düşdün nə deyirəm? Çünki necə yazırdıq həmişə? Dərəcə ilə orada verilən məlumat. Mənə satış deyir, bax 900 manat satılan məhsul. 900 manatdır satılan məhsulun dəyəri. Amma dərəcə olaraq satışa biz 240 dərəcə demişik. Yəni 240 dərəcə 900 manata uyğundursa, məndən alışı soruşur. Dedi ki, neçə manata alınmışdı? Alış 120 dərəcədir. 120 dərəcəyə neçə manat uyğun gələcək? Vəssalam. Yəni 240 dərəcə 900 manatsa 120 dərəcə neçə manatdır? Vəssalam. Bunu da həll edirsən. Buradan x tapın mən qısa yolla geçəcəm. Siz çarpaz vurursunuz da belə bilirsiniz. Mən qısa yol nədir? 120-ni 900 ilə vururam. Bu siz də bilin, qısa yolu. Bölürəm x-in çarpazındakına. Yəni ki 240-a. Bax deyirəm, qısa yolu nədir? Onsuz biz bilirik ki, bunlar çarpaz var. Test tapmaq üçün məlum olan 2 dənə çarpaz duran ədədi, bax ikisi də məlumdur. Bir-birinə vururam. Sonra bölürəm x-in çarpazındakı ədəd. X-in çarpazındakı ədəd həmişə məxrəcdə olur. Bəs sən burada 10 ixtisar atsan bunlar gedir. 120 ilə 24 ixtisar aparanda burada 5 qalır, burada 90 qalır. 5-ə 90-a vuranda 450, yəni 31-ci testin cavabı oldu Y bəndi. Silirəm bunu 32. Bax bu da 10 kimidir. Burada əgər tam başa düşməmisiniz 32-də biraz da başa düşərsən. Bax. Aşağı diaqramda bir məhsulun alış və satış qiyməti göstərilir. Yəni bura 120 dərəcəsində, onda bura neçədir? 240 dərəcədir. Çünki ikisi bir yerdə, yəni hamısı bir yerdə 360 dərəcə olmalıdır. Bura 120 isə bu tərəfi 240 dərəcədir. Hə, deyir satış qiyməti göstərilir. 300 manata alınan məhsul. Bax bu dəfə alış qiymətinin 300 olduğunu göstərir. Bax 300 manata alınan. Mən də alışa, mən yox daha doğrusu bunlar alışa 120 dərəcə deyirlər. Bax alışa. Deməli dərəcə ilə manatı yan-bayan götürüb yazmalıyam da. Deyirəm ki 120 dərəcə əslində 300 manat imiş. Çünki bunlar alışı 120 dərəcə veriblər. Manat olaraq deyirlər ki 300 manata alınmalı. Yəni manat olaraq 300 manat da alış, dərəcə olaraq 120 dərəcədir. 120 dərəcə 300 manat uyğun gəlirsə, sualdır ki, məhsul neçə manata satılar? Satışa biz 240 dərəcə demişik də. 120 dərəcə 300 manat uyğundursa, onda 240 dərəcə neçə manat uyğundur? Çünki satış 240 dərəcəni göstərir. Vəssalam. Yenə də çarpaz vuracağıq bir-birinə. Qısa yol nə idi? Çarpazda mənim olan 2 ədədi bir-birinə vururam, yəni 240 vurulsun 300. Bölürəm nəyə? X-in çarpazındakı ədədi, yəni 120-yə. 240 ilə 120 qısa gedir, burada 2 qalır. 2-ni 300-ə vuranda cavab 600 olur. Yəni 32-ci testin cavabı da oldu C bəndi. Silirəm bunu da, keçirik 33-ə. Burada biraz da mükəmməlləşər mövzuda gəlir. Aşağıdakı diaqramda bir məhsulun alış və satış qiyməti bucaqla göstərilir. Bayaq kimi, burada 90 dərəcədirsə, onda bura neçə olmalıdır? 360 olsun deyə, 270 dərəcə. Yəni burada qalan bucaq, satışa qalan bucaq 270 dərəcə olmalıdır. Çünki ikisi verir 360 olmalıdır. Vəssalam. Deyir ki, 200 manata alınan məhsul. Alış qiymətinə də bunlar 90 dərəcə deyiblər. Daha doğrusu alışı burada dərəcə olaraq 90 dərəcə ilə göstəriblər. Manat olaraq 200 manat deyiblər. 200 manata alınan məhsul. Yəni 90 dərəcə ilə 200 manat bir-birinə uyğundur. Çünki alış 90 dərəcə, sonraki alış 200 manat. Və 90 dərəcə 200 manatı göstərirsə, məndən nə soruşub? Alınan məhsul neçə manat xeyir edər? Mən satışı tapım, xeyri tapmaq problemim. Satış nədir? 270 dərəcədir. 270 dərəcə X. Deyirsən, axı məndən satış qiymətini soruşmayıb. Məndən soruşub ki, neçə manat xeyir verər? Deyirəm, mən satış qiymətini tapmalıyam ki, sonra alış qiymətini ondan çıxıram, görüm ki, neçə manat xeyir edir. Onda birinci satışı tapıram. 90 dərəcə 200 manatdırsa, yəni ki, alış 90 dərəcədir və alış 200 manatdır. 90 dərəcə 200 manat yan-bayan yazdım. 270 dərəcə satışdır. Bax, burada görürsünüz. 270 dərəcə X manat. Buradan tapım ki, əslində neçəyə satıb. Yenə də X-i tapmaq üçün nə edirəm? Çarpaz vururam 270-i 200-ə, bölürəm X-in çarpazda olan 90-a. İxtisar yerlə burada 3 qalır, 3-ü də 200-ə vuranda cavab olur 600. Yəni alış qiyməti 200-dür, satış qiyməti 600-dür. Sual da budur ki, neçə manat xeyir verər? Bir şey 200 alıb 600 satıramsa, o 600 ilə 200 çıxıram ki, çünki mən bu mənim maya dərim idi. Mən buradan 400 manat qazanmışam. 33-cü testin cavabı da oldu B bəndi. Silirəm bunu da. Keçirik 34-ə. Hə, bu yüzden. 34. Bu da onun kimi sualdır. Bura 240 dərəcədirsə, bura neçə olacaq? Hamımız bildiniz artıq 120 dərəcə. Çünki 240 ilə 120 toplananda 360 olur. Və deyir ki, 34-ü həll edirik. Aşağıdakı diaqramda bir məhsulun alış və satış qiyməti göstərilir. 300 manata satılan, aha. Satılan dərəcə olaraq biz 240 dərəcə demişik. 240 dərəcə, düzdür? Satılana. 240 dərəcə göstərmişik dərəcə olaraq. Manat olaraqsa 300 manat deyiblər. Deməli 240 dərəcə ilə 300 manat bir-birinə uyğundur. İkisi də satılanı göstərir. Məhsul neçə manata alınıb? Alış qiymətində biz 120 deyə, burada xəttim 120 dərəcə demişik. 120 dərəcə x manat. Vəssalam. Burada yenə də x tapmaq üçün məlumda duran 2 dənə çarpazı bir-birinə vururuq. 120 vurulsun 300.
Bölürük x-in çarpazında duran ədədə 240-a. İxtisar gedir, burada 2 qalır. 300-də 2-yə bölənə cavab 150 eləyir. Yəni 34-cü testin yox. 34-cü testin cavabı da oldu B bəndi. Silək bunu da keçək 35-ə. Aşağıdakı dairəvi diaqramda 4 dostun həftəlik tətil müddətində xərclədiyi pul miqdarı verilib. Görürsünüz bunlar. Dostlar kimdir? İsa, Onur, Firuz, Aysev dostlardır. Gediblər harcı pul xərcləyiblər. Sonra deyir ki, Onur 300 manat pul xərcləyib. Bir dəqiqə bura baxın. Onur budlarını yeyiblər. Onur deyir 300 manat pul xərcləyib, amma dərəcə ilə onu 90 dərəcə verir. Onu tənasübünü belə qoyacağam. Deyirəm ki, 90 dərəcə, yəni Onura 90 dərəcə 300 manat uyğundur. 300 manat. Və salamı görüm sual nədirsə, nə sual verirsə onu da buraya yazacağım da. Sual deyir, bütün dostlar cəmi neçə manat pul xərcləyib. Bütün dostlar hamısı bir yerdə neçə olmalıdır? 360 dərəcədə. Bütün dostlar bir burada Firuzu acı tapmaya ehtiyac yoxdur. Çünki dairənin içində bütün dostlar hamısı bir 360 dərəcəyə uyğun olmalıdır. Bütün deyəndə həmişə 360 dərəcəyə uyğun olur. 360 dərəcə x manat. Və salam. Çarpaz vurub tənlik kimi də əlləyə bilərsən. İndi mən birbaşa deyirəm x bərabərdir. Çarpazda duran 2 dənə məlum ədədi bir-birinə vururuq. 360-dan 300 də bilinir axı. Bölürəm həmişə nəyə? X-in çarpazına gəlir, həmişə məxrəcdə olur 90-a. 360-dan 90 ixtisar gedir. Burada 4 qalır. 4-ü də bura 300 yazmışam. 300-ə vuranda cavab 1200 olur. Yəni bunlar hamısı bir yerdə 1200 pul xərcləyiblər. 35-ci testin cavabı da oldu B bəndi. Sildim bunu da keçdik 36-ya. Aşağıdakı dairəvi diaqramda görürsünüz bunu. 4 dostuna bayaq kimidir? Həftəlik müddətində tətil müddəti xərclədiyi pul miqdarı verilib. Onur 300 manat. Bayaq kimidir? Onur budur. 90 dərəcə ilə veriblər Onuru. Deyir ki, Onur 300 manat xərcləyib. Onu da yazıram ki, 90 dərəcəyə 300 manat uyğundur. Yəni Onurun dərəcəsi ilə Onurun pulunu götürüb üzbəüz yazıram ki, 90 dərəcə göstərib pul olaraq 300 manat deyib. Deməli 90 dərəcə 300 manat uyğundur. Sual nədir? Deyir, İsa neçə manat xərcləyib? Heç bir problem yoxdur. İsa neçə dərəcədə yazılır? 120 dərəcə. Onda dərəcə altında yazılır. 120 dərəcə 90 altında burada x manat. Sual da buydu da ki, İsa neçə manat xərcləyib? Yəni 90 dərəcə 300 manat xərcləyibsə, yəni Onur 120 dərəcə, yəni İsa neçə manat xərcləyib? X manatda. Yenə də çarpaz vurub tənlik kimi həlləyə bilərsiniz. Mən birbaşa həllə gəlirəm ki, vaxt uzanmasın. Çarpazda duran 2 dənə məlum ədədi bir-birinə vururam, yəni 120-dən 300-ü. Bölürəm həmişə x-in çarpazında duran ədəd 90-a. Ona ixtisar get 9. 3-ə ixtisar yaparsam bunu burada 3 qalır. 30-u da 3-ə böləndə burada 10 qalır. 120-də 3-ə ixtisar yaparanda burada 40 qalır. 40-da ona vuranda 400 olur. 400 cavabı var. 36-cı testin cavabı da oldu D bəndi. Keçdik 37-ci testə. 37. Buradadır. Deyir ki, hələ bayaqki məsələ tipindəndir. Aşağıdakı dairəvi diaqramda 4 dostun həftəlik tətil müddətində xərclədiyi pul miqdarı verilib. Hələ eyni adamlardır. Onur 300 manat pul xərcləyibsə, bayaq kimi Onur 90 dərəcədir. Həmin o 90 dərəcə üçün 300 manat uyğundur. Deyir ki, Onur, yəni 90 dərəcəli adam 300 manat xərcləyir. İsa Onurdan neçə manat çox pul xərcləyib? İsanı ayrıca taparam, bayaq tapmışdım. Bilsəydim yadımda saxlayardım. İsa 120 dərəcədə. Onur 90 dərəcə, 300 manat xərcləyirsə 120 dərəcədə xərcləyib x manat. Və buradan bunu həll edəndə x bərabərdir. Bayaq həlləmişik 120 300-ə vuranda olur 36.000, 36.090 bölündə 400. Tapdım ki, buradan İsa 400 xərcləyib. Onurda 10 vermiş 300 xərcləyib. Sualdır ki, İsa Onurdan neçə manat çox pul xərcləyib? 400-dən 300-ü çıxsam, görəcəm ki, Allah yazım burada. 400-dən 300-ü çıxsam, görəcək ki, İsa Onurdan 100 manat çox pul xərcləyib. 37-ci testin cavabı da oldu A bəndi. Keçdik 38-ə. Şəkildəki müəssisənin 4 illik alış-satış vəziyyəti verilmişdi. Görürsünüz burada. İndi baxacaqsınız, qorxmayın bunlardan da. Qətiyyən qorxmayın, çox asandır. 2002-ci ildə müəssisənin qazancı neçə min manat olur? Əla, buna necə baxırsınız? Bax, müəssisə var bir dənə, göstərir 2001-ci il, 2002-ci il, 2003, 2004, bax yazılıb illər. Bu da göstərir ki, neçə min xərcdir, bax 1000 azayın. Yəni ki, 40 min, 30 min, 20 min, bu da bunu göstərir. 2001-ci ildə ağ sütun var, qara sütun var 2001-də. Ağa yazılıblar, alış, qara yazılıblar, satış. Deməli, bu ağ, məntiqlə bunlar burada səhv salıblar. Qovunu silim. Bura satış olmalıdır, bizəm. Bura alış olmalıdır. Yəni də bu onların səhvdir, siz qorxmayın. Normalda belə yazmalıdır. Niyə? Çünki ağ daha böyükdür, qara daha kiçikdir. Yəni satış alışdan daha çox olmalıdır da. Elə deyil. Çünki ağda qazanc deyir axı. Qazanc varsa mən almağı xərcləyirəm 10 min,
Satış edən 5000, yəni alış satışdan çox olur da. Mən burada necə mənfəət edeyim ki? Bu yerlər səhv hesablar. Deməli bu cür şeylərə necə baxırsınız? 2001-ci ildə bu müəssisə ağ əslində satışdır. Bura satış yazmalıdılar. 2001-ci ildə bax 20.000 satış eləyib. Qarada da yazılar alış. Bax burada alış yazmalıdılar, mən yazmışam. Qara hissə alışı göstərir. Yəni 2001-ci ildə bu 20.000 satış eləyib, bax 10.000. Qaranın da hündürlüyü 10.000-də 10.000 alış eləyib. Yəni 10.000 almağı xərcləyib 20.000 isə satışdan ona pul gəlib. Nə qədər xeyir qazanıb tapmaq üçün 20-dən 10-u çıxırıq, tapırıq ki 10.000. Daha mini yazmalıdır, bunu özləri sözünə yazıblar. İndi böyük suallar edir ki, 2002-ni soruşum mənə. Mən bunun üzərinə hələ belə izah edim. 2002-də də eyni məntiqlə istifadə edəcəyik. Bunlar bir taxmaya ehtiyac yoxdur. Yəni mən bunu izah kimi vermişdim sizə. 2002-ni özünüz də tapa bilərsiniz. Bu ağ satış dəsində. Satış edib 40.000 yazdım bura. 40. Daha mini yazmıram çünki min az yəni olsun burada yazıblar. Alışı isə olub, bax buradan gəldim 30.000. 2002-nin alışı bu qaradır da 30. 40 satış, 30 alış. Yəni satışımdan alış qiymətimi çıxsam, mən 10.000 xeyir eləmişəm. Mən də o soruşum neçə min manat olub? 10. Daha 10.000 yazmırlar. Çünki 1000 burada var deyə onu yazıblar bura. 10.000 də ki, onun sualın içində var. 38-ci testin cavabı olur A bəndi. Silirəm bunu. Buna uyğun bir neçədən sual olsaydı görürsünüz nə qədər asandır. Deyəsən var. 39. Hə, əla. Bax yenə də bunların yerini səhv salıblar. Bu bunu düzəldib indi çaşmaz. Bura satış yazmalıdırlar. Satış. Bu onların səhvdir. Siz qorxmayın. Bura alış. Çünki bax satış daha çox olmalıdır. Xeyir istəyirsə satış. Ağlar çox olmalıdır. Bunlar ağlara alış yazıblar. Elə şey ola bilməz. Hə. Deyir ki, şəkildə müəssisənin 4 illik alış satış vəziyyəti göstərmişdir. 2003-2004-cü illərdə müəssisənin qazancı neçə min manat olur? 2003-2004-də. 2004 budur. 2003-də nə qədər qazanıb? Birincisi baxıram 2003-də nə qədər almağı xərcləyib. Buradan belə getsəm 10. Satmaq nə qədər, satışda nə qədər pul gəlib əlinə? Belə getsəm 30. Yəni 30-dan onu çıxıram olur 20.000 xeyir. Xeyir ha, xeyir. Bax 30.000 satış edib, 10.000 alışa xərcləyib, o 30.000 10.000 mayasıdır. 30.000-dən 10.000 çıxanda deməli 2003-də 20.000 xərcləyib. Bir də mən 2004 lazım. Çünki ikisini bir yerdə soruşur. Daha mən burada 20.000 qazanıb 2003-də. İndi 2004-də nə qədər qazanıb tapmaq üçün? Baxıram 2004-də xərclədiyi, gəldim bura 20-dir. 20.000. Satışı isə gəldim bura 40-dır. 40. Deməli 20.000 xərcləyib 40.000 satır. Nə qədər xeyir? 40-dan 20 çıxıram, 20.000-də 2004-də qazanıb. 2003-də 20.000 qazanıb, 2004-də 20.000 qazanıb. Ümumi nə qədər qazanıb? 20.000 üstə 20.000 cavab olur 40.000. Yəni 20.000 2003-də, 20.000 2004-də mənfəət edib. Bunları toplayanda 2 ilə 1 yerdə 40.000 mənfəəti olub. 39-cu testin cavabı da oldu C bəndi. Silək bunu da keçək 40-a. Hə, bu üstədir 40. Hə. Bax 40-da düzəldiblər uje. Bax 40-da düzəldiblər. Görürsən onların səhvidir. Bax burada uje bayaqlar çaşıb ona alış yazır deyə mən düzəldirdim. Bax ağ doğrunda satış düz yazıblar. Ağlar satışdır, hündürlər, qaralar alışdır. Həmişə belə işarə eləyirlər də. Şəkildən qorxmayın. İşarəsini verirsiniz. Bir şəkildə müəssisənin 4 illik alış satış vəziyyəti verilmişdir. Bax 2001, 2002, 2003, 2004. 4-cü ildə nə qədər satış edib, nə qədər alıb. 2002-də nə qədər satış edib, nə qədər alıb. 2003-də satışı, alışı. 2004-də satışı ağ, alışı qara göstərib də bizə. Hə. Deyir 4 il ərzində qazanc cəmi neçə min manat olur. Problem yoxdur. Birinci baxaq 2001-də nə qədər qazanc əldə edib. 2001-də bax 20.000 satışı olub, 10.000 alışı. 20.000-dən 10.000 çıxıran burada 10.000 mənfəət edib. Yəni qazanc. Məndən qazanc soruşur da qazanc. Gələm 2002-yə. 2002-də nə qədər qazanc əldə edib? 40.000 satışı olub, 30.000 alışı. 40.000-dən 30.000 çıxanda burada da 10.000 qazancı olub. 2001-də 10.000, 2002-də də 10.000. Keçdim 2003-ə. 2003-də satışı olub, 30.000 alışı olub, 10.000. Görürsünüz qara. Burada 10. 30-dan 10-u çıxanda deməli 20.000 mənfəəti olub. 2004-ə gəldim. Satışı olub 40.000, alışı olub 20.000. Bax 20.000. 40.000-dən 20 çıxanda 20.000 də mənfəət burada olub. Hə. 4 il ərzində qazanc cəmi neçə min manat olub? Qazancları yazmışam da həll üçün. 10.000, 10.000, 20.000, bu da 20, 40, bu da 20, 60. 4 ilə 60.000 qazanc əldə eləyib. 40-cı testin cavabı da oldu Y bəndi. Keçdik 41-ə. Bir diaqramda Firuzun A, B, C, D, Y banklarındakı pul miqdarı göstərmişdir. Çox oxucu şəkildə baxın. Bankları da veribsən ki, A-da 20 manat borcu var, B bankında 10 manat borcu var, C bankında 50 manat borcu var, D bankında 30 manat, Y bankında 40 manat. Bu qədər sadə. Hə, görün nə sual nədir? D bankında neçə min manat pul var? Gələ biz hamısını dedik. 10 asan sual. D bankında nə qədər borcu var? Daha az borc yox, pul. Pul demişdim, hər bir borcdur. Deməli, D bankında 30.000 pulu var imiş. Yəni 41-ci testin cavabı olur. Yox da nə qədər pul var? 1000 ilə imiş. Mən də 50 manat zat deyirəm. Burada görürsün 1000 AZN yazırlar. 1000 AZN.
Yəni ki, bu 50.000 deməkdir. Hə, neysə. Cavab C bəndi 41-ci testlə də işimiz bitdi. Keçdik 42-yə. Bir diaqramda yenə də Firuzun ABCD banklarındakı pul miqdarı göstərilmişdir. Firuzun bankda cəmi neçə min manat pulu var? Yəni bütün banklarda bir yerdə. Problem yoxdur. A bankında görürsünüz də 20.000, yazıram bura 20. B bankında 10.000 pulu var. C bankında 50.000, yazıram üstünə. D bankında 30.000. Y bankında, gəlin bura 40.000-i göstərmək istəyib çox güman ki, pis çəkiblər. O bizim üçün problemimizdir. 40.000. 45 də ola bilər əslində, amma ki, inanmıram. Çünki mən xətti biraz düz çəksəm ortaya getmir. 40-dan biraz yuxarı. Neyse, bu da 40-dır çox güman ki, şəkli yaxşı çəkməyiblər. Firuzun bankı cəmi nəsə buna toplayacağım da 20.000, 10.000, 30.000, bu da 50-80, bu da 30-110, bu da 40-150. Yəni hamısında bir yerdə 150.000 pulu var. 42-ci testin cavabı da oldu D bəndi. Arxada hələ D veriblər. Deməli, hələ bu 40 imiş. Şəkil yaxşı çəkməyiblər. Keçdik 43-ə. Yenə də Firuzun pullarını sayırıq. İşimizin gücümüzün adı yoxdur. Diaqramda Firuzun A, B, C, D, Y banklarındakı pul miqdarı göstərilmişdir. D bankındakı pul ümumi pulun hansı hissəsini təşkil edir? D bankında nə qədər pul var? Özü də göstəribdir. 30.000. Ümumi pul desə, mən ümumi pulu da tapdım. Qoy ümumi pulu tapaq. A bankında 20.000. B bankında 10.000. Bax, ündürü ilə gəlin, daha qaralamıram. Bax, göstərin. Bax, bu 20, bu 10. Görürüz. C bankında 50.000. D bankında, özü göstərib olsun, 30.000. Y bankında 40.000. Deməli, ümumi nə qədər pulu var bunun? Hamısı bir yerdə. Hələ bu D də sayılmalı. Çünki ümumi bütün pullar deyəndə D də sayılır təbii ki. 20 üstəgə 10, 30 üstəgə 50, 80 üstəgə 30, 110 üstəgə 40, 150. Ümumi pulu 150'dir. Ümumi pulu 150'dir. Düzdür? D bankındakı pulu isə 30'dur. Bax, ümumi pulu 150'dir. D bankındakı pulu 30'dur. Sonra ki D bankındakı pul, yəni bu 30. Ümumi pulun, bax, yəli kağız şəkilçisi bundadır. Biz bunu mövzusunda öyrənmişik. Yəni ki, bax, ümumi pul 150'dir. 30 150'nin hansı hissəsini təşkil edir? Deməli, yəli kağız şəkilçisi hansı o aşağı gedirdi məxrəcə. Aşağı yazırdım 150'ni, yuxarı yazırdım 30. Yəni 150'də 30 hissəsidir. Yadınızda da bunlar tezdən elə. Bax, D bankındakı pul, yəni 30, ümumi pulun, yəni 150'nin yəli kağız şəkilçisi olan məxrəcə gedirdi hissəni tapmaq üçün. Hansı hissəsidir? 150'nin yəlik getdi aşağı, 30 avtomatik yuxarı getdi, 150'də 30'da ixtisar gedir 30'a. Cavab olur 5'də 1. Hardadır? A bəndində. 43-cü testin cavabı da oldu A bəndi. Keçdik 44'ə. Diaqramda şirkətin işçilərinin sayı, görürsünüz diaqramı, və yaşları verilmişdir. Bax, məsəl üçün deyir ki, bax, bura yaş yazılıb. 10 yaşlı adamlar 10 nəfərdir. 25 bax, yaş yazılıb da bura. 25 yaşlılar, o da 10 nəfərdir. 30 yaşlılar, hop, 30 nəfərdir. 35 yaşlılar, o da 10 nəfərdir. Çox güman ki, onunla gəlib çıxır da. Neyse ki, sual edir. Deyir ki, buna görə şirkətdə yaşı 25 olan neçə işçi var? 25 olanlar buydu da, 10 nəfər. Və son, 2 saniyə. 44-cü testin cavabı da oldu A bəndi. Keçək 45'ə. Yenə də ki, diaqramda şirkətin işçilərinin sayı və yaşları verilmişdir. Bayaqki diaqramdandır. Buna görə şirkətdə yaşı 35 olan işçilərin yaşları cəmi neçədir? Yaşı 35 olanlar neçə nəfərdir? Əslində ondan yuxarı gedir. Görürsən, bunlar 10 götürəcəm. Ola bilər şəkli pis çəkirlər. Ona uyğun həll edəcəm. Yaşı 35 olanlar 10 nəfərdir. Mənə deyir ki, yaşı 35 olanların yaşları cəmi neçədir? 10 dənə 35, yəni yaşlar, 10 nəfər 35 yaşlı adam var da, 10 dənə 35'i toplasam 10 dənə 10 vur 35 deməkdir də. Neçə elə 350. Gör, cavablarda 350 götürüblərsə, deməli şəkili yaxşı çəkməyiblər. 45 D tapdıq. Bəli, D yazıblar. 350. Bu əslində ona uyğun gəlməlidir. Şəkli pis çəkiblər, ondan qorxma. Amma sualın asanlıq dərəcəsi görürsən nə qədər asandır. Keçdik 46'ya. Hə, belə edəcəm. 46. Yəni diaqramda şirkətin işçilərinin sayı və yaşları verilmişdir. Buna görə bütün işçilərin orta yaşı neçədir? Problem yoxdur. Baxıram ki, bu yaşda 10 yaşı olan 10 nəfərdir. Yəni yaşları cəmi oldu 100. 10 dənə 10 nəfər 100'dür də. Yəni 10 dənə 10 yaşı toplasam 100 yaş eləyir də. Çünki mən bütün işçilərin orta yaşını tapmaq üçün bütün işçilərin yaşları cəmini tapıb, o ədədə orta oydu da, sayına bölməliyəm işçilərin sayına. Mən də yaşları cəmini tapıram. Bax, 10 nəfər, 10 yaşında, daha doğrusu bu yaşı göstərir bu 10. 10 yaşında 10 nəfər var. 25 yaşı olan, bax bu yaşı göstərir. 25 nəfər deyil, gələm bura. 20 nəfər var. Bu işçilərin sayını göstərir. Bu 20. Onda 25'i 20'ye vururam, elir 500. Sonra toplayacağım bunların hamısını. Yaşları cəmini axtaram. Yəni 10 yaşlıların yaşları cəmi 100'dür, 25 yaşlıların yaşları cəmi 500'dür. Çünki 20 nəfərdilər. 30 yaşlılar 30 nəfərdir. Onda 30-30'a vururam 900.
üstə gəl. Gəldim bura 35 yaşlılar neçə nəfərdir? 40 nəfərdir. 35-i 40-a vururam, olur 1000 35-i 40-a vuracaqdım hə. 30 vur, beynim işləmir. 40 vur 30 1200, 40 vur 500, 1400 də səhv eləmədim deyirəm. 1400. Vəssalam. Və hamısını bir yerdə yaşlılar cəmi neçədir? Bunları toplayıram. 600, 9500, 1400, 2900. Hə. Mən orta yaş tapmalıyam. Onda bütün yaşlıları cəmi nəyə bölməliyəm? Saylardan. 2900 bölməliyəm. Burada neçə nəfər işçi var imiş? Sayları budur da. 10, 20, düzdür? 30, 40. Saylar bunlar idi, saylar. Yəni 10 nəfər 10 yaşlı var, 20 nəfər 25 yaşlı var, 30 nəfər 30 yaşlı var, 40 nəfər 35 yaşlı var. Yəni neçə nəfər adam var? Yaşlarını vecimə deyil. 10, 20, 30, 36, 40, 100, 100. Deməli hamısının bir yerdə yaşları cəmi 2900-dür, sayları 100-dür. Deməli cəmi saya böləndə biz ədədi ortadan tapırıq. 2900-ü 100-ə böləndə cavab 29 olacaq. 46-cı testin cavabı da oldu B bəndi. Zamanı da baxım, əla. Keçdik 47-yə, 50-də saxlayarıq videonu. 47. Çünki mən də yoruluram. Videoda bezdirici olmasın. 47. Aşağıdakı cədvələ əsasən bütün məhsulların orta qiyməti neçədir? Var ki, bu ümumiyyətlə uşaq oyuncağıdır. 17. Orta qiymət isə bunların hamısını toplayıb saylarına böləcəm. 1, 2, 3, 4, 5 dənə 5-ə böləcəm. Ədədi ortanı 17, 18. Lap yazın bura. 17 üstə gəl, 18 üstə gəl. Tezdən 17 üstə gəl. 23, 13, bir də 25. Neçə edir bunları toplayanda? Bunların cəmi burada toplayacağım. 35, 52, 65, 90. Deməli, hamısı oldu 90 manat. Bölməyə neçə? 5 dənə mal var da 5-ə. 90-a 5-ə böləndə orta qiymət olur 18 manat. 18 arada A bəndində 47-ci testin cavabı da oldu. A keçdik 48-ə. İllər. Məsələn üçün verir. Məsələn şərti burada deyir. Bu necə eləyim? Rahat görək. Ora illərdir, ora düşməsə də olar. Bura kim düşsə besdir. Əla. Biraz aşağı verə bilərəm. Əla, belə yaxşıdır. 48-dir ki, yuxarıdakı şəkildə, bu şəkildən danışır. İllərə görə buğda istehsalatı verilib. Yəni ki, bax, məsəl üçün illərə görə 2010-cu ildə, bu 10 il yazıbdır illər. 2010-da bax, bu qədər buğda satılır. Bu da nəyə uyğundur? 100, yəni 100 ton. 2015-də bu qədər. Bu nəyə də uyğundur? Düşdüm aşağı 400-ə. 2020-də 500-ə. 2022-də 300-ə. Başa düşdünüz? Artıq bildik də. Ən çox buğda istehsal olunan il neçə ton buğda istehsal olunur? Birinci şəkildə baxalım, ən çox hansıdır bunlar arasında? Ən uzun hansıdır? Təbii ki, 2020-də duran bax bu. Əvvəlsən, bu da neçə tona uyğun gəlir? 500-ə də. 500 hardadır? C bəndində. Mən soruşuram ki, neçə ton buğda istehsal olunub ən çox? 500-də. Deməli, nömrəsi bilmirəm, nömrəsinə baxaram yadımdan çıxıb. Cavab oldu C bəndi. Nömrəsi neçə idi bunun? 48-ci testin cavabı oldu C bəndi. Nəhayət gəldik son 2 sualımıza. Yəni bu videonun son 2 sualına. Görək 49-da nə deyir? Yuxarıdakı şəkildə illərə görə buğda istehsalatı verilən, bayaqki sual kimi 2010 və 2000-ci illərdə cəmi neçə ton buğda istehsal olunub? Uşaq oyuncağı düşünsün. 2010 və 2000. 2010-da neçə tondur? Çox yəni ki 100 istəyiblər göstərsələr. 100 ton yazdım bura. Bir də 2020-yi soruşub. 2020-də neçə tondur? 2020 budur da. Gəldim bura 500. Məsələn, mən soruşub ki 2010 və 2000-ci illərdə cəmi, yəni 100 ilə 500 toplayıram 600. Bu da asan. 49-cu testin cavabı da oldu C bəndi. Keçdik bu videonun sonuncu məsələsinə 50-yə. Bu da o sualdandır. Görək nə deyir. Yuxarıdakı şəkildə illərə görə buğda istehsalatı verilib. 1 il ərzində orta hesabla neçə ton buğda istehsal olunub? 1 il ərzində deyəndə, yəni burada 4 dənə, 4-ə böləcəm də. Yəni 2010-da yığılanlar, 2015-də yığılanlar, 2020-də yığılanlar, 2022-də yığılanlar hamısını hesablayacağım. Birinci ki, cəmi neçə ton satılıb, düzdür? Neçə ton satılıb yox, nə ediblər bunlar? İstehsal olunub. Neçə ton istehsal olunub, ümumi cəmi tapdım. Sonra onu saya böləcəm, 4 dənə il var axı. Yəni 4 ildə ümumi cəmi nə qədər istehsal olunub, onu 4-ə böləndə biz nəyi tapırıq? Hələ bizdən soruşulan bu ildə 1 il ərzində orta hesabla, yəni orta hesabla nə qədər tapılıb, onu tapmış oluruq. 2010-da neçə idi? 100. Bax, buradan getmişdim də 100 ton. 2015 neçədir? 400. 2020-də neçədir? 500. 2022-də neçədir? 300. Deməli, bu 4 il ərzində ümumi neçə ton buğda istehsal edilir? 300 plus 500, 800, bu da 400, 1200, bu da 100, 1300. Ümumi 1300 ton istehsal ediblər. Amma bunu neçə ilə istehsal edib? 4 ilə. Onda 1 ilə orta hesabla nə qədər düşür? 1300-ü 4-ə bölməliyəm. Ədədi orta neçə tapılır? Ümumi cəmi saya bölsəndə
Mən də illər deyibsə 4 il var burada. 2010, 2015, 2022. Belə düşünməyin, 2010-dan 2022-yə kimi. Yox, mənə sırf bu 4 dənə ili deyir. Yəni 2011, 2012, 12, 2013-də nə olub? Mənim vecimə dönür. Məsələn, şərtini nə veribsə onu hesablayıram. 104-ü böləndə cavab olacaq 325. Yəni A bəndində var. 50-ci testin cavabı da oldu. A bəndi və salam. Bu videoluq bu qədər. Bir dənə baxdım. 109 dənə testi. Növbəti videoda 59-unu birdən izah verərik. Növbəti videoda 59 test izah verərik. Yəni 2 videoya bu cədvəl diaqramla da işimiz təmiz bitir və salam. Ondan sonra bilmədiyimiz heç bir mövzu qalmır. Təmiz bitdi. Qayıtacağıq şeyə. Qarışıq məsələlər. Yadınızda biz həndəsəni qutarandan sonra oradan tullanmışıq qarışığın, çevirmənin, kəsirlərin üstündən tullanıb keçmişdik. Bərabərsizliklə cədvəl diaqramı ki, bunlar qalıb. Bu mövzularımız ücə sonuncu mövzumuzdur. Yəni necə sonuncu mövzu? Biz davam edəcəyik ya, orada qarışıq məsələlər var. Onların hamısını işləyəcəyik təkrar kimi. O artıq bizim təkrarımızdır. Amma sırf bütün mövzular bunu da bitəndən sonra MİQ ibtidai səviyyəsində bütün mövzuları bilmiş olacaq, hətta artığını bilmiş olacaq. Çünki o mövzuların içində elə mövzu var ki, MİQ-ə düşmə ehtimalı azdır, amma biz özümüzü ehtiyatına şeydir ki, çünki məsəl üçün də ədəd məsələləri yazırlar çərçivəsində. Biz bilmirik də ümumi ədəd məsələsi yəni bu nəyi əhatə edir, götürürük artıqlamasını öyrənirik ədəd məsələlərin tiplərini. Yazırlar ehtimal məsələsi, ehtimal biraz sadəsindən keçirik, biraz mürəkkəbini də öyrənirik ki, kombinezon zətdir ki, hazır olaq. Yəni bütün mövzuları öyrənirik, hələm artıqları da üstündə ki, rahat olaq. Bununla da yəni gələn video ilə təmiz mövzumuz bitir. Dərslərimiz davam edirmi? Edir. Ondan sonra keçir qarışıq məsələlər, qəbul tipli suallar, çoxlu olsa özümüz də sınaqlar hazırlayırıq, sınaqları işləyəcəyik və bu da bizim təkrarımız olacaq. Daha da mükəmməl şəkildə imtahanı kimi özümüzü təkmilləşdirəcəyik. İnşallah. Belə bir şey nəfəsim də çatmır, beynim də işləmir. Çox danışmayım. Diqqətinizə görə çox sağ olun. Sağ olun.